hörmətli kanal izləyicilərimiz, hər birinizə xoş gördük. Bu gün sizə Könül müəllimə Yeni Dilim 2025 fizika test toplusundan statikanın əsasları başlığının tərpənməz və tərpənən blokların testlərini izah edəcək. Birinci sualımızdan başlayaq. Tərpənməz blok vasitəsilə M kütləli cismi şaquli yuxarı yönəlmiş A təci ilə qaldırdıqda dartı qüvvə hansı ifadə təyin olunacaqdır? Tərpənməz blok deyiriksə, bilməliyik ki, o zaman bizim dartı qüvvəmiz elə sadəcə çəkiyə bərabərdir. Çəki özü də bilirik nədir? M J-dən ibarətdir. Və əgərlərin bizə təcilimiz yuxarıya doğru yönəlirsə, bax, yuxarı yönəlmiş təcil, yəni bu J-nin plus A olmağı deməkdir. Amma aşağı yönəlmiş təcil olsaydı M J minus A şəklində olacaqdır. Və bir də fikir verirsiniz nəyə? Tərpənməz blok deyirsə, F ya MC plus A ya da F MC minus A və yaxud da F MC-dən ibarətdir. Yəni böl yarı olmayacaqdır. Amma tərpənən blokda yarıya bölmə söhbəti olur. Yəni bir də Y variantına gedir. 2-də isə tərpənən blok deyir. Baxın, indi dediyimiz nəticəyə gəlirik. Tərpənən blok deyirsə və bir də şaquli yuxarı yönəlmiş təcil deyirsə, o zaman birinci üstə yazdığım düstur hamısı eyni olduğu şəkildə qalacaq. Sadəcə tərpənən blokda verilənə görə, bloka görə bu yarıya bölünmüş olacaq. Yəni MC plus A bölünsün 2. İkinci sualımız B variantıdır. Üçüncü suala baxaq. Üçüncü sualda tərpənməz blok vasitəsilə M kütləli cismi H hündürlüyünə sabit sürətlə qaldırdıqda dartı qüvvənin işi hansı ifadə təyin olunur? Fərqi yoxdur. İstər tərpənməz blok olsun, istər tərpənən blok olsun. Burada işlərimiz bizim həmişə M, J, H-dan ibarətdir. İşdə yəni heç nə yarıya bölünmə söhbəti olmayacaqdır. Sadəcə bizim düsturumuz elə M, J, H-dan ibarət olaraq gedəcək 3B variantına. Dördüncü sualda hansı sadə mexanizm qüvvədə heç bir halda qazanc vermir? Bu yalnız tərpənməz blokdur. Qalan buradakı verilən şərtlər hamısı qüvvədə qazanc verir. Tərpənməz blok yalnız qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. 4D variantına gedir. Beşinci sualımızda hansı sadə mexanizm qüvvədə yalnız 2 dəfə qazanc verir? Bu tərpənən blokdur ki, qüvvədə 2 dəfə qazanc verir. Bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. 2 tərpənən blok qüvvədə 4 dəfə qazanc verir. 3 tərpənən blok 6 dəfə, yəni 2 arta gedəcəkdir. 6-cı sualda kütləsi 15 kiloqram olan cisim tarazlıqdadır. F qüvvəsi modunu hesablayın. Bax, bu bizim gördüyümüz kimi tərpənən blokumuzdur. Bura bizim yükümüzdür. Bu yükün özünün ağırlıq qüvvəsi mg'dir və bu da verilən bizə F qüvvəsidir. İndi bax, F qüvvəsini ip boyunca fırlat, görürsən, gəlir bax bu cismə, yəni bax bu göy rəngi salıram bu cismi. Sadəcə elə bu buna bərabər olur. Yəni bax, bu F-imiz bizim bu F-lə gəlib də bura. Bu F sadəcə elə mg bərabər olaraq bir-birlərini tarazlaşdırırlar. Ona görə yazıram ki, F elə yalnız mg-dən ibarətdir və kütlə 15 verilib, şey də 10-dursa, bu F qüvvəmiz 150 Newton olaraq 6B variantıdır. 7-ci sualımızda bunu çevirək bu tərəfə. 7-ci sualı yazmaq istəyirsə, baxın nə cür şəkildə gəldi. Yəni F burada sadəcə nədir? Bax, bu verilən cismin sadəcə ağırlığına bərabərdir. Çünki F qüvvəmiz buradan ip boyunca fırlanır gəlir. Bu ilə sadəcə F mg'dir. Bunlar bir-birlərini tarazlaşdırırlar. Buna görə yazırıq F bərabər mg'dir. M kütləmiz 20, J'miz də 10-dur. Kod elədi 200 Newton. Bəs 7B variantıdır. 8-ə baxaq. 8-də tərpənən blok vasitəsilə çəkisinin modulu P olan cisim bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvə hansı ifadə təyin olur? Tərpənən blok deyirsə, tərpənən blokumuzda F qüvvəsi P-yə bərabərdir və bir də bölünsün yarıdır. Amma tərpənən blok deyirsə, yox, tərpənməz olsaydı böl yarı olmazdır. Amma tərpənən olduğu üçün P bölünsün 2-dir. Bəzən P-ni MC bölünsündə 2 yaza bilərik. Yəni, nəyə uyğun verərsə cavabımızı ona əsasən götürəcəyik. 9-da tərpənməz blok vasitəsilə çəkisinin modulu P olan cisim bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvə. İndi burada tərpənməz blokdur. Tərpənməz blokda heç nə yarıya bölünmür. Sadəcə elə qüvvə P-yə, yəni çəkiyə bərabər olur. Çəki görsəz P vermirsə, onda P-nin yerinə MC yaza bilərik. 10-cu sualımızda tərpənməz blok vasitəsilə M kütləli cisim şaquli yuxarı yönəlmiş A təci ilə qaldırdıqda dartı qüvvə nə olacaqdır? Demək, bizim burada birinci blokumuz tərpənməz blokdur. Biz bilməliyik ki, tərpənməz blokumuzda qüvvə elə yalnız P-yə bərabərdir. P-ni də dedik ki, nə yaza bilərim? P-nin də yerinə mg yazacağım. Daha sonra
Buradan təcil sözünə həmişə fikir verin. Təcilin istiqamətinə baxın. Yuxarı yönəlmiş təcilli. Yuxarı yönəlmiş təcil deyəndə artıq mən bunu J şəklində yox, J plus A şəklində yazacağam. Aşağı yönəlmiş olsaydı J minus A olacaqdı. Və sualımızın cavabı burada onda A variantına gedir. 11-ci sualda tərpənmə tərpənmənin blok vasitəsilə M kütləli cisim şaquli aşağı yönəlmiş təcillə endirdikdə dartı qüvvə nədir? Tərpənən blok dediyinə görə dedik ki, qüvvəmiz o zaman P-yə yarısına bərabərdir. P də verilmədiyi üçün P-nin yerinə buradan MŞ-mizi yazaq. Olur MŞ bölünsün yarım. Və aşağı yönəlmiş təcil dediyinə görə o zaman J yox, J minus A şəklində yazılacaqdır. Və bu sual burada 11-də Y variantına gedir. 12-yə baxaq. 12-ci sualda yükü blokun köməyi ilə sabit sürətlə qaldırarkən dinamometrin göstərişinə görə onun kütləsini hesablayın. Bax, bu bizim dinamometrimizdir. Dinamometrdə qüvvəni ölçən cihazdır. Bu hissəmiz də bizim yükümüzdür. İndi bunun da məlum ki, ağırlıq qüvvəsi üzü aşağıya doğru gedir. Buna bir MŞ yazırım. Hal-hazırda bax, bu xəttə fikir ver. Bu xətt neçəyin üzərində durub? 8-in. Demək ki, bizim buradakı qüvvəmiz 8 Newtondan ibarətdir. Bax, 8 Newtonluq qüvvəni ip boyunca gətirirəm, fırladıram belə. Bax, bu bizim, bu düyün nöqtəmiz bizim 8 Newtondan ibarətdir. İndi bu 8 Newton qüvvə, bax, bu MŞ-ni tarazlaşdırır. Yəni, elə bir F bərabərdir MŞ-dir. F də dedik ki, 8 Newtondur. M axtarışdadır. J də 10-dur. Buradan da kütləmizi bizdən soruşur. 8-i də 10-a böləndə 0,8 kiloqram olaraq 12D variantı. Ümumiyyətlə, gördüyümüz blokumuz bizim burada tərpənməz blokdur. Tərpənməz blokda elə sadəcə F MŞ-yə bərabər olacaqdır. 13-cü suala artıq görürük ki, bu tərpənən blokdur. Tərpənən blokda isə F bərabərdir MŞ bölünsün yarıdan ibarətdir. Bizdən də yenə buradan kütləni soruşur ki, deyir yükün kütləsini tapın. İndi baxıram ki, bax bu dinamometrimiz görürük ki, nəyin üzərində durub? 8-in üzərində durubdur. Yəni F-imizin qiyməti buradan 8, M axtarışda şeyimiz 10 bölünsün 2-dir. Buradan da M bərabər olur 1,6 kiloqram. Və bu sualımız 13-də A variantına gedəcəkdir. Yəni, bax, bunu mövzu izahında da qeyd etmişdim. Yəni, bu belə baxılırdı. Bura bizim ağırlıq qüvvəmiz MŞ-dir. Bax, bizim bu qüvvəmiz buradan 8 Newtondur. Həmin mən 8 Newtonluq qüvvəni ip boyunca bu yana da fırladıram, gətirirəm. Burada 8 Newton düşür, burada 8 Newton düşür. Və burada duran sarı rəngdə tək ipimiz var ki, ora işi artıq 8 ilə 8-in cəmi 16 Newton düşəcəkdir. Yəni, onda bunu da belə yazırıq da. 16 bərabər M Ş, Ş-nin də yerinə 10 qoysaq, yəni M də bərabər 1,6 kiloqram olacaq. Necə ürəyiniz yatırsa, o yolla da yaza bilərsiniz. İki yoldan birini seçə bilərsiniz. 14-cü sual. Tərpənən blok tarazlıq şərti hansı qaydaya təyin olunur? Ümumiyyətlə, bu momentlər qaydasına görə olur. 14A variantıdır. Həm momentlər qaydası tərpənən blok, həm də linklərə uyğun olacaqdır. 15-də sədə mexanizmin hansı qüvvədə heç vaxt qazanc vermir? Bu tərpənməz blok olacaq. Tərpənməz blok yalnız qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. 15B variantı. 16-cı sualda hansı sadə mexanizmdən istifadə etdikdə məsafədə heç vaxt itirməyəcək? Bu da bildiyimiz kimi yenə tərpənməz blok olaraq 16B variantıdır. 17-ci sualda tərpənməz blok vasitəsilə cismi sabit sürətlə qaldırmaq üçün ipin sərbəst ucunun modulu F olan qüvvə tətbiq edilir. Bax, öncə bu mavi hissəyə kimi bura birinci vəziyyətdə. Bura qədər deyilən şərtləri yazmağa çalışaq. Tərpənməz blok deyirsə, biz bilməliyik ki, elə bura tətbiq olan F qüvvəsi yalnız P çəkidən ibarət olacaqdır. İndi növbəti cümləyə baxaq. Deyir, həmin bax bu cismi, yəni bu cismin çəkisi P-ni soruşur ki, bu cismi tərpənən blok vasitəsilə sabit sürətlə qaldırmaq üçün tətbiq olunan ipin sərbəst ucuna hansı qüvvə tətbiq olunacaq? Artıq indi bizə ikinci şərtə görə deyir ki, sənin buradakı tərpənən blokuna görə bu necə dəyişəcək? Tərpənən blok deyirsə, F bərabərdir P bölünsün 2-dən ibarətdir. Bu tətbiq olunan qüvvəni soruşur. Bax, burada mən nə görəm? Mən görürəm ki, bax, bizə bu cisimdir, yəni bunun yükü eynidir. P-ni soruşur. Bax, bu P-nin yerinə mən gətirəcəm, bax, buradakı bu P-ni yerləşdirəcəm. Bu P-nin də qiyməti nədir? F-dir. Ona bunun da yerinə yazacağım. F bölünsün 2-dən ibarətdir. Verilən şərtimizə görə cavab F bölünsün 2 olaraq 17 C variantına gedir. 18-ci sualımızda
Eyni kütləli yüklər blokların köməyi ilə bərabər sürətlə qaldırılır. İplərin sərbəst ucuna tətbiq olunan F1 və F2-lər arasında hansı münasibətimiz bizim doğrudur? Yaxşı, birinci baxıram, bax bu kütlələrimizə hər birinə eyni M deyib, bax özü də dedi, eyni kütlədirlər. Bunun da ağırlıq qüvvəsi aşağıya doğru mg, ikincinin də ağırlıq qüvvəsi aşağıya doğru mg'dir. Daha sonra F1 qüvvəmə baxsam, F1 qüvvəmi ip boyunca fırladıram, gətirirəm. Həmin bax bu ipimizə, bura sadəcə bizim F1 olur. Həmin bu F1 qüvvəmiz bu mg-ni tarazlaşdırır və F1-imiz bizim burada bərabər olur, mg-dən ibarət. İndi F2-yə baxıram. F2 qüvvəmizlə yola çıxıram. F2-ni də gətirəm, buradan fırladıram və bu bizim də buradakı yenə bu F2-miz də buradakı mg-yə bərabər olacaqdır. Buna görə yazıram ki, F2-miz də bərabərdir mg-dən ibarət. İndi mənə qalır bunların nə F-lə F1-lə F2 aralığındakı müqayisə. Buna görə belə bir kəsr xətti çəkərəm, bunları bir-birinə bölərəm, nisbət yəni yazaram. Onda mg-lər də ixtisar olunur. Sadəcə nə qalır bunun yeri? 1 qalır. Buradan da bunu çarpaz vuranda F1 elə 2 F2-yə bərabər olacaqdır. Bu bizim bir yolumuzdur. Ən qısa, rahat yolu bunun budur. Bu cür şəkildə yazırıq ki, 18A variantıdır. Yəni gördüyümüz kimi də qüvvələrimiz bizim bir-birinə bərabərdirsə, demək ki, onda F1 də elə eyni kütləyə bərabər olur. F1 də mg, F2 də mg-dir. Yəni bu belə. Amma bunu lingə görə baxsaq, indi siz buradan gəlsə belə yazsaq. Yəni bax bura lingə görə baxsaq, bura r-dirsə, bura da gəlib r olacaq. Bura 2r-dirsə, bura da gəlib 2r olacaqdır. Bu elə bir dairədir də. Belə. İndi momentlər qaydamız necə idi? Bax, birinci şəklə icra etsək, digər ikinci şəklimizi də eynən o şəkildə özünüz yaza bilərsiniz. Birinci vəziyyətimizə görə momentlər qaydasını yazsaq, birinci qüvvə momentim ikinci qüvvə momentinə bərabərdir. Birinci qüvvə momentin yerinə F1 D1, ikincinin də yerinə F2 D2-ni yazıram. Bu cismin özünün ağırlıq qüvvəsi var mg, bunun da özünün ağırlıq qüvvəsi var F1. Bizim dayağımız isə bax, buradan mən nə rənglə çəkirəm, qara rənglə çəkirəm. Bax, bura bizim dayağımızdır. Demək, bizim F1 qüvvəmiz, buradakı olan bir qüvvəmiz bu mg-dir. Belə yazıram, mg. Buradan da necə deyirdi ki, D-ləri məsafəli götürürük. Verilən qüvvədən buradan, bax, dayağa qədər olan məsafə, bura r-dir. Bərabərdir. Buna F2 mən deyirəm, yəni F1 kimi də, yəni digər ikinci qüvvəmiz də burada bizim. Buna F1 veribdir. Buradan da bura kimi olan məsafəmiz də bir r-dən ibarətdir. Buna da r yazaq. Yenə r-lər də ixtisar olundu. Bir sözlə qısacası elə F1 bərabər oldu mg. Eyni ilə F2 də bu şəkildə olacaqdır. F2-ni yazanda onda bura mg vurulsun, daha 2r olacaq. 2r, 2r getdi ixtisar, yəni F2-miz də mg olur. Gördüyümüz kimi yenə qüvvələri bir-birinə bərabər olur. 19-cu suala baxaq. Tərpənməz blok vasitəsilə şaquli yuxarı yönəlmiş, daha doğrusu necə deyir? Bir dəqiqə bu tərəfə çevirim. Aha. Bu sualda deyilir ki, M kütləli yükü şaquli yuxarı yönəlmiş A təcili ilə H hündürlüyünə qaldırdıqda dartı qüvvəsinin işi hansıdır? İstər tərpənməz blok olsun, istər tərpənən blok olsun, fərqi yoxdur. İş elə həmişə M, J, H-dan ibarətdir. Sadəcə bura fikir vermək ki, təcil yuxarıya doğru yönəlirsə, o zaman daha buna MŞH şəklində yox, J-nin yanında J plus A şəklində yazacağam. MH-ı saxlayıram qıraqda, J-nin isə ya qarşısını J plus A şəklində yazacağam. Və bu sualımız burada 19-da C variantıdır. 20-ci sualımızda da tərpənən blokdur. Fərqi yoxdur. İstər tərpənən, istər tərpənməz blok olsun. Dartı qüvvəsini gördüyü iş elə A bərabərdir. M, J, H-dan ibarət olacaqdır. Yəni, tərpənən blokda yarıya bölmə söhbəti işlərdə olmur. O, yalnız qüvvəyə aiddir. 20Y variantı. 21-ci sual. Tərpənən blok vasitəsilə M kütləli yükü şaqili yuxarı yönəlmiş A təcili H hündürlüyünə qaldırdıqda dartı qüvvəsinin gördüyü iş hansıdır? Yenə dediyimiz kimi, dartı qüvvəmizin işi istər tərpənəndə, istər tərpənməzdə M, J, H-dan ibarətdir. Sadəcə burada nəyə fikir verəcəm? Yuxarı yönəlmiş təcil. Yuxarı yönəlmiş təcil deyirsə, artıq mən buna J şəklində yox, J plus A şəklində yazacağım. H da önə keçəcəkdir. Vəssalam, olacaq düsturumuz bu şəkildə. Və sualımızın cavabı 21A variantıdır. 22-ci sualımız yük bloklar sisteminin köməyi ilə bərabər sürətlə qaldırılır. Yük 6 saniyə müddətində 0,4 metr saniyə sürətlə qaldırılarsa, ipin sərbəst ucunun yer dəyişməsi nəyə bərabərdir? Öncə biz burada bloka fikir veririk. Bax, mavi hissə bizim tərpənməz blokumuzdur.
Sarı hissə isə bizim tərpənən blokumuzdur. Tərpənən blok dedi ki, qüvvədə 2 dəfə qazanc verəcəkdir. Ona görə bu F bərabər mj bölünsün 2 olduğundan daha biz bilməliyik ki, bu vəziyyətlərdə bizim həmişə S iplərimiz 2S yükə bərabər olacaqdır. Sonra V iplərimiz 2V yükə bərabər olacaq. Yəni bu şərtlər həmçinin A ip 2A yük, H ip 2H yük. Qısacası belə götürək, ümumiləşdirək. Tərpənən bloklarda iplər həmişə yüklərdən 2 dəfə böyük olacaqdır. Və bunlar hansı fiziki qiymətlərə aiddir? Sürətdir, yer dəyişmədir, təcildir, impulsdur, hündürlük. Bax, bu fiziki qiymətlərdə iplərimiz həmişə yüklərimizdən 2 dəfə böyük olacaq. İndi bir dənə diqqətlə baxaq. Deyir, yük 6 saniyə müddətində 0,4 metr saniyə. Demək ki, bizə burada sürəti, yəni yükünü veribdir. 0,4 metr bölünsün saniyədən ibarətdir. Sonra isə sənə deyir ki, ipin sərbəst ucunun yer dəyişməsini tapın. Yəni ki, bizdən S ipimizin yer dəyişməsini soruşursa, demək ki, onda biz elə bir vəziyyət yaratmalıyıq ki, yükümüzün də sürətin yükü yox, ipini tapmalıyıq biz. İndi başlayıram düsturumuzu təyin etməyə. Deməli, S ipimiz bizim bərabərdir. V T-dən ibarət deyilmi? Onda sürətin dayağına ip yazacağam. Dediyimiz kimi indekslərə fikir vermək lazımdır. Bax, əgər S ipi soruşursa V ip yazacağam. S yükü soruşarsa V yük yazacağam. Yəni qısacası eyni indeks. Dedik ki, bu tərpənən blokdur. Tərpənən blokda ip yükdən 2 dəfə böyük olacaqdır. Və bizə də V yük verilibdir. V yükümüz də buradan 0,4-dürsə, onda 2-ni 0, onda 4-ə vuracam. Bu da elədir 0,8. Gətirəm V ipin yerinə 0,8 yazırım. Verilən zaman da bizə verilibdir. Deyib, buradakı bu 6 saniyə zamandır. Zaman da 6-dır. 0,8-i 6-ya vuranda elədir 4,8 metr və 22 də Y variantıdır. 23-ə baxaq. Bloklar sisteminin köməyi ilə yük 0,3 metr saniyə sürətlə qaldırılır. Nə qədər müddətdən sonra ipin sərbəst ucunun yer dəyişməsi 1,5 metr olacaqdır. Baxın uşaqlar, 23 yazmaq istəyirsə 22-nin izahına baxın. Burada bizə dedi ki, yükümüzün sürəti V yük bərabərdir 0,3 metr saniyədən ibarətdir. Sonra bura fikir verin, ipin sərbəst ucunun yer dəyişməsi 1,5-dir. Deməli, S ipimiz bizə verilibdir. 1,5 metrdən ibarət. Bizdən nəyə soruşur? Nə qədər müddətə ipin sərbəst ucunun müddətini tapmalıyam. Yəni zamanı soruşur bizdən. Bax, sən görürsən ən son ifadə nədir burada? Nə işlədib? İp işlədibdir. Demək ki, onda sən sürətin V yükün yox, V ipini tapmalısan. Bunu da nə əsasən deyirik? Yenə qeyd edirəm. Bizim bax bu çəhrayı hissəmiz tərpənməz blokdur. Sarı hissə tərpənən blokdur. Bir tərpənməz, bir tərpənən varsa, bu qüvvədə blokun 2 dəfə qazanc verdiyini bilir. 2 dəfə qazanc verirsə, onda iplərimiz yüklərimizdən 2 dəfə böyük olacaqdır. Və indi buradan da biz V ipimizi tapsaq, V ip bərabərdir. 2 vurulsun, V yük isə bizə verilibdir 0,3. 2-ni də 0,3-ə vuranda V ipimiz elədir 0,6 metr saniyədən ibarət. İndi gətirəcəm mən, bax, bu verilən fiziki qiymətlərə aid yer dəyişmə, zaman, sürət. Buna görə düsturumuzu yazacağam. O da zaman bərabərdir yer dəyişmə bölünsün sürət. Bunun da indeksinə ip yazıram. Bunun da indeksinə ip yazacağam. İpin yer dəyişməsi 1,5. İpin də sürəti 0,6-dır. 1,5 də 6-ya bölünəndə, yəni bu 15-in 6-ya bölünməyi deməkdir. Onda bu da olacaqdır 2,5 saniyə. Və bizim bu sualımız buradan gedir 23-də D variantına. 24-də baxaq. Yenə oxşar suallardır. Demək, bizə buradan deyilir ki, ipin sərbəst ucunun sürəti, yazaq buradan onda. V ipimiz yəni bizə verilibdir buradan. 0,6 metr saniyədən ibarətdir. Nə qədər müddətə yükü 1,5 metr yüksəkliyə qaldırmaq lazımdır? Müddət soruşduğuna görə bu zamandır, axtarışdadır. Amma son ifadəyə fikir ver, yükün 1,5 metr yüksəkliyə qaldırmaq üçün. Yüksəklik deyirsə, bunu H-la da, S-lə də yaza bilərik, fərqi yoxdur. Yazırıq, bu nə oldu? Yük oldu. Demək ki, bunun ayağına S yük bərabərdir 1,5 metr olacaqdır və həmişə dediyim kimi sondakı sözə fikir verin. Yükdürsə, deməli ipimizi V iplə yox, V yüklə yazmalı olacağam. Yenə yazıram. Sarı hissəmiz bizim tərpənməz blokumuzdur.
Amma mavi hissə tərpənən blokdur. Tərpənən bloklarda qüvvədə 2 dəfə qazanc verir. Yəni F bərabər M(J) bölünsün 2 oldu. Qazanc neçə dəfə olursa, iplər həmişə yüklərdən o qədər dəfə böyük olacaqdır. İndi yenə yazıram ki, onda V ipimiz bərabər 2V yükdür. Bizə lazımdır V yükü tapaq. V yükümüz də o zaman bərabər olacaqdır. V ip bölünsün 2-dən ibarətdir. V ip 0,6'dır. Bölünsün 2. Bu da elədir 0,3 metr saniyədən ibarət. Yəni V yükümüz də bizim hazırdır. İndi zamanı tapdıq. Zamanımız da bərabərdir S-in V-yə olan nisbəti. S yük, bu da V yük. Eyni indekslər yazılmalıdır. Birinə yük, birinə indeks yazılmaq qəti qadağandır. Olmaz. S yükümüz bizim 1,5'dir. S yükün yerinə 1,5 yazıram və V yükümüz isə 0,3'tür. Bunu da yerinə 0,3 yazsam, bu da 15'in bölünsün 3 deməkdir ki, bu da eləcəkdir 5 saniyə və bizim bu sual 24-də D variantına gedir. 25-ci sualımıza baxaq. Tərpənən blokun köməyi ilə yükü sabit A təcili ilə yuxarı qaldırdıqda ipin sərbəst ucunun hərəkət təcili hansı olacaqdır? Baxın, birinci tərpənən blokdur. Heç deməmişsə belə biz özümüzə bilirik ki, artıq bu tərpənən blokdur. Tərpənən blokumuza necə demişdik? F-imiz bərabər MJ bölünsün 2-dən ibarətdir. Əgərlərin bu MJ neçəyə bölünürsə, o zaman bizim iplərimiz həmişə yüklərimizdən o qədər dəfə böyük olacaqdır. Misal üçün, biz tapsaq ki, blokumuz qüvvədə 4 dəfə qazanc verir, onda bu ip 4 V yük olacaq. Amma 2 dəfə qazanc verdiyinə görə onda iplər bu qədər olacaq. Və burada söhbət təcildən gedir. Bu isə o deməkdir ki, demək ki, təcilimizin ipi yükümüzün təcilindən 2 dəfə böyük olmuş olacaqdır. Bizə isə verilən şərt nədir burada? Yükü sabit A təcili ilə yuxarı qaldırdıqda. Demək ki, bizə buradan təcilimizin yükünü A ilə əvəz elətdiribdir. Bəs deyir ki, sənin yaxşı ipin təcili nə qədər olacaqdır? Necə yazdıq? İpin təcili yükdən 2 dəfə böyükdür. Ona görə bizim bu ifadəmiz belə olacaqdır. A ip bərabərdir 2. A yükün də yerinə bizə A veribdir. O da oldu 2A. Və sualımız 25-də A variantına gedir. Üzr istəyirəm, B variantına gedir. 26-cı sualda tərpənməz blokun köməyi ilə yükü sabit A təcili yuxarı qaldırdılar. İpin sərbəst ucunun hərəkət təcili hansı ifadə təyin olunur? Birinci blokumuza göz gəzdirəm. Blok görürük ki, buradan tərpənməz blokdur. Bax, fikir versən, bu F qüvvəsidir. F qüvvəni fırlat gətir bu ip boyunca. Bunun da bir ağırlığı var. Bu da F-dir. F sadəcə bir MJ-dən ibarətdir. Belə olduğu halda heç nə yarıya bölünmürsə, bu o deməkdir ki, elə sənin iplərin elə sadəcə sənin yüklərinə bərabərdir. Yəni elə üzünə bərabərdir. Ona görə də bizə buradan deyir ki, sənin yükünün təcilini A ilə əvəz elətdirmişəm. Bəs ipin təcili nədir? Yükün təcilini A ilə əvəz elətdirmişiksə, onda ipin də təcili elə 1A-ya bərabər olaraq 26Y variantına gedəcəkdir. Qısacası yadınıza saxlayacaqsınız ki, tərpənməz blokumuzda həmişə iplər yüklərə bərabər olacaqdır. Yəni orada ip yük söhbətinə fikir verməyəcəksiniz. 27-də 100 kiloqram 100 kiloqram olan yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucunun 1,4 metr saniyə sürətlə yerini dəyişərsə, nə qədər müddətə yükün potensial enerjisi 14 kilojul olacaqdır. Baxın, yenə görürük nə cür blokdur bu? Tərpənməz blokdur. Tərpənməz blokda artıq ip və yük söhbətlərinə belə bir xətt çəkirəm. Fikir verməyəcək burada. Sonra baxıram verilənlərimizə qeyd edirəm. Bizə verilən kütləmiz 100 kiloqramdır. Sürətimiz bizim 1,4 metr saniyədir. Potensial enerjimiz 14 kilojuldur. Kilo 10 üstü müsbət 3 deməkdir. Yəni və yaxud da 14.000 yaza bilərəm. J'miz də var 10 metr saniyə kvadrat və zamanımız da sualdır. İndi isə bizim bu verilən fiziki kəmətlərə görə hansı düsturumuza görə çıxarıla biləcək? Potensial enerjimizin düsturu, yükün potensial enerjisinin düsturu. Mən bunu MJH şəklində yaza bilərəm. Sonra bax M var, J var, amma H yoxdur da. H-ın da tapmağı üçün H-ımızı ilə VT ilə əvəz eləyə bilərəm. Burada bəzən H-la, bəzən S-lə də yaza bilərəm. Yəni bu mövzuda H-ımız VT ilə də yaza bilərəm, S-imizi də VT-yə görə yaza bilərəm. Onu da gətirəm buradan. H-ın yerinə VT-ni yazıram və zaman soruşulur. Zamanı da tapanda M, J, V məxrəcə potensial da sürətə qalxır. Potensial enerjimiz 14.000-dir.
M'imiz 100-dür, J'miz 10-dur, sürətimiz də 1,4-dür. Başlayıram, indi bunu belə sadələşdirirəm. Bu 2 sıfır ilə bu 2 sıfır buradan ixtisar olunur. Belə, yəni bura qalır belə. Onu 1,4-ə vurulanda bu elədi 14. Buradakı 140-ı da 14-ə böləndə bu da 10 saniyə olaraq gedir 27 D variantına. 28 kimi suallar ümumiyyətlə rahatdır. Dedik ki, buradan bax belə görürsə, bu tərpənməz blokdur. Tərpənməz blokda nə ip sözünə fikir verəcəm, nə yük sözünə fikir verəcəm. Bu yalnız tərpənən bloka aiddir o ip yük söhbətləri. İndi başlayaq şərtlərimizi oxumağa. Kütləsi, yəni M bərabərdir 80 kiloqramdan ibarətdir. Yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. 7 saniyə müddətində, yəni zamanımız 7 saniyə olanda ipin sərbəst ucunun yer dəyişməsi, yəni S-imiz 3,5 olarsa, yükün kinetik enerjisini tapmalıyıq ki, bu nədən ibarətdir? Yəni yazaq bunu. Deməli, bizim kinetik enerjimizin əsas düsturu hansını götürə bilərəm? Bax, burada kütlə var, yerdəyişmə var, zaman var. Məlum ki, kinetik enerjimizin bu düsturunu üst tutacaq. MV-nin kvadratı bölünsün 2-dir. M var, kütləmiz bu öz yerində. Amma ki, bizim buradakı sürətimiz yoxdur. Demişdik ki, bəs yaxşı, sürətimiz nə cür tapılacaqdır? B bərabər S bölünsün T-yə əsasən. Verilən yer dəyişməmiz bizim burada 3,5-dir. Zaman da 7-dir. 3,5 7-yə böləndə bu da sürətimiz eləyəcək 0,5 metr saniyənin kvadratı. İndi gəl verilənləri yerinə qoy. Kütlə 80-dir. Bölünsün 2, sürətin də 0,5-in kvadratı, bu da eləyəcəkdir 0,25. 80 2-yə bölünəndə bu 40 olacaqdır. Buradan da 40-ı da 0,25-ə vuranda demək ki, cavab burada 40 0,25-ə vurulanda 10 jouldan ibarət olur sayılın cavabı. 29-cu sualda kütləsi 60 kiloqram, yəni M-imiz 60 kiloqramdan ibarətdir və bərabər sürətlə qaldırılır. Cismin impulsu 9 kilometr saniyə olarsa, ipin sərbəst ucunun 12 saniyə ərzində yer dəyişməsini tapın. Birinci bloka fikir verən, blokunuzu belə görəndə sevinə bilərsiniz. Çünki orada ip yük söhbətlərindən yenə dediyim kimi fikir verməyəcəksiniz. Ona görə bizdən nəyə soruşur və nələr var? Bax, kütləmiz bizə verilibdir 60 kiloqram. Cismin impulsu 9 kiloqram metr saniyədir. Zaman 12 saniyədir və yer dəyişmən sualdır. Bax, bu sarı hissədən biz sürətimizi çıxarda bilərik. Çünki impuls P bərabər mv-dən ibarətdir. Buradan sürətimizi tapsaq, cismin impulsu bölünəcəkdir kütləyə. İmpulsumuz 9, kütləmiz də 60-dır. Elə istəsən bunu 9 bölünsün 60 şəklində ya elə kənarda saxla. Sonra yer dəyişməmizə baxıram. S deməli S, V, T. Bunlara görə isə bu düsturu yazacağım. S bərabər V, T-dir. Sürətimiz 9 bölünsün 60-dır. Zaman da 12-dir. Buradan da ixtisar eləndə buna düşdü 0,2, 9 da 0,2-yə vuranda bu da 1,8 metr olaraq 29 gedir B variantına. 30-cu sualı gördüksə, bu zaman diqqətli olmaq lazımdır ki, bunda ip yük söhbətləri artıq öz əksini göstərəcəkdir. Gördüyümüz kimi bu tərpənən blokdur. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Çünki bu mj bölünsün 2 şəklindədir. Bax, bu da hardan dedik gəlir? Bu bizim F qüvvəmizdirsə, F qüvvəmizi bu yana da o yana da fırladanda həm burasına F düşəcək, həm də bu tərəfinə F düşəcəkdir. Və bax, burada bu göy xəttimizdə bu bizim buradakı cismimizin kütləsi mjdir. Demək ki, F ilə F-in cəmi buradan 2F-ə bərabərdir. 2F-imiz də bunları bir-birinə bərabərləşdir. 2F bərabərdir mj. Oradan da F-i tapanda mj bölünsün 2 olur. Bunun bölü 2 olmağı da dedik ki, o deməkdir ki, iplər yüklərdən həmişə 2 dəfə böyük olacaqdır. Hansısa fiziki əməliyyatın ipi onun yükündən 2 dəfə gəlib böyük olacaqdır. İndi başlayaq verilən şərtlərimizə baxmağa. Kütlə 100 kiloqramdır. Yəni M bizə verilibdir 100 kiloqram. Sonra yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu, yəni sürətimizin ipi 0,6-dırsa, yükün kinetik enerjisini tapmalıyıq. Bax, fikir ver indekslərə. Yükün kinetik enerjisini soruşursa, onda mən düsturuma belə yazacağım bu verilənlərə görə. Yükün kinetik enerjisi bərabərdir. MV-nin kvadratı bölünsün 2-dir. Əgər sənə yük deyirsə, onda mən sürətin dayağına yük qoyacağım. Deməli, bizə verilən buradakı kütləmiz 100-dür.
Düstura görə bölünsün 2-dir. Gəldik indi burada sürətdə dayanıraq. Sürətin yükü nə qədərdir? Biz necə demişdik? Dedik iplər yüklərdən 2 dəfə böyükdür. Yəni qısacası V ip 2 V yükdən ibarətdir. V yükü bizə tapmaq lazımdır. Onda V ipi 2-yə böləcəm. V ip 0,6, bu da böl 2, elədi 0,3 metr saniyə. Sürətimizin qiyməti 0,3 metr saniyədir və görürük ki, bu sürətin başı düstura görə kvadratdır. Onda bunu kvadrata yüksəldirim. 0,3-ün də kvadratı, bu da 0,9 olacaqdır. İndi bunu da buradan sadələşdirsək, %100 %9-a vuranda burada sadəcə 9 qalır. 9-u da 2-yə böləndə bu da 4,5 joule olaraq bu sualımız 30-da D variantına gedir. 31-ə baxaq və bunu bu tərəfə çevirək. Bu sualda deyilir ki, kütlen 200 kilogram olan yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. 4 saniyə müddətinə yükün potensial enerjisi 1,6 kilojoule artmışdırsa, ipin sərbəst ucunu tapın. Yine gördüğümüz kimi blok burada tərpənməz blokdur. Tərpənməz blokda nə ipə fikir verəcəm, nə yük söhbətinə fikir verəcəm. Heç birinə fikir verməyəcəm. Buna görə orada fokuslanmırıq. Verilənlərimizi qeyd edirəm. Kütlə 200 kiloqramdan ibarətdir. Zaman 4 saniyədir. Potensial enerjimiz də bizim 1,6-dır. İndi bizdən sürət soruşulur. Sürətimizi tapmağımız üçün verilən hərfləri kənardan yazaq. Demək, kütlədir, zamandır, potensial enerjidir, sürətdir. Baxaq, buradan hansı düsturumuzu biz təyin edə bilərik. Potensial enerjimizin düsturunun yerinə Y potensial bərabərdir. M, J, H-dan ibarətdir. H-ın da yerinə gətirəcəm, VT-ni yerləşdirəcəm buradan. Və oradan da bizdən sürəti tapdı. Sürəti də çıxardaramsa, sürət bərabərdir. Y potensial M, J, T-dən ibarətdir. Potensial enerjimiz 1,6 kilojoul'dursa, bu kilonu 1000-ə vurmaq lazımdır. Bu da eləcəkdir. 1600 joule. Kütləmiz bizim 200'dür. J'miz 10'dur. Bax, buradan da verilən zaman da 4'dür. İndi bunu sadələşdirsəm, 2 sıfırla 2 sıfır getdi. Buraya da 8, 16'nın 8'e bölünür 2, bu da məxrəcdə bir 10'luq var. Bu da eləcəkdir. 0,2 metr saniyədən ibarət olaraq bu sualımız getdi 31'də D variantına. 32-ci sualda birinci bloka baxıram. O zaman deyirik ki, sevinə bilərək. Demək ki, iplə yük söhbətlərinə yeni yazıram. Daha fikir verməyəcək. Belə bir xətt qoyuram. Sonra isə verilənlərimizi qeyd edək. Kütlə bizə verilibdir 750 kiloqramdan ibarətdir. İpin sərbəst ucunun 60 sm aşağı düşərsə, yəni yer dəyişməmiz bizim burada 60 sm, onu da 100'ə bölmək lazımdır ki, bu da eləyir 0,6 metrdən ibarət. Və kütləmiz də var, 750 kiloqramdır. Bir də yükün potensial enerjisi axtarışdadır. Bunlara uyğun olaraq potensial enerjimizin düsturunu yazıram. Y potensial bərabərdir M, J, H-dan da H da yaza bilərəm, S də yaza bilərəm. Burada istəyirsən deyə, bax, bunu S-i H-dan da yazır, fərqi yoxdur. Onsuz da mənaca eyni mənana verəcəkdir. Buna görə potensial enerjinin düsturu MJH-dır. Bu şəkildə yazıram. Verilənləri qoy yerinə yaz. Kütlənin 750'dir. J 10'dur. H da burada 0,6'dır. 75 ilə də bunları bir-birinə vuranda bunun demək ki, tamı buradan çıxır gedir. Bax, belə olur da. Aha, bunu bir-birinə vuranda belədir 450. Bir də yanında 10'luğu var. 4500'dür. Burada da görürsən cavabı kilo ilə verir. Onda bu da olacaqdır 4,5 kilojoule. Çünki kilo 10 üstü müsbət 3 başqa sözlə 1000 deməkdir. 32 olur D variantı. 33-cü sualımızda blokun köməyi ilə bərabər sürətlə qaldırılan 100 kiloqram kütləli cismin kinetik enerjisi 2 jouldur. İpin sərbəst ucunun sürətini tapın. Yenə bloka fikir verin. Blokumuz görürük ki, tərpənməz blokdur. O zaman bir addım öndəyik. Demək ki, yəni biz baxmayacaq. Nə ipə baxacaq, fikir verəcək, nə də yük söhbətlərinə fikir verməyəcək və başlayaq indi yazmağa. Verilən hərflərimizə görə kütləmiz bizə verilibdir. Buradan 100 kiloqramdır. Kinetik enerjimiz Y kinetik 2 joul'dan ibarətdir və ipin sərbəst ucunun sürətini soruşur və salam. Bildiyimiz düsturumuzu başlayıram. Bunlara uyğun düsturumuzu yazıram. Y kinetik bərabərdir. M V'nin kvadratı bölünsün 2'dir. Buradan da sürətimizi tapanda sürət bərabər olacaqdır. 2Y kinetik bölünsün M. Sürətin də başı kvadratdır deyib bunlar kökün altına gelir. Kinetik enerjimiz 2, kütləmiz də 100'dür. Bu 2 ilə 2, bunlar kökün altından 2 çıxacaqdır.
və buradakı 100 də kökdən 10 çıxacaqdır. 2 də 10-a bölünərək bu da eləcəkdir 0,2 metr saniyə və 33 B variantına gedəcəkdir. 34-ə baxıram. İlk blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 0,4 metr saniyə sürətlə yuxarı hərəkət edərsə, 2 saniyə müddətində yükün qalxdığı hündürlüyü hesablayın. Birinci biz blokumuza baxırıq ki, həmin bax bu blok tərpənən blokdur. Tərpənən blokdur. Bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yəni F bərabər mc bölünsün 2-dən ibarətdir. Dedik ki, bax blok nə qədər qazanc verirsə, o zaman bax 2 dəfə qazanc verir, düzdürmü? Onda onların ipləri yüklərindən həmişə 2 dəfə böyük olacaqdır. İndi verilənləri qeyd edirəm. Deyir ki, ipin sərbəst ucunun sürəti 0,4-dür. Yəni ki, bizə verilibdir buradan V ipimiz 0,4 metr saniyədən ibarət və daha sonra zamanımız var burada. Zamanı 2 saniyə verib T bərabərdir 2 saniyə. Bir də bizdən soruşur ki, yükün hündürlüyünü tap. Aha, artıq burada yük deyir. Yəni H yükümüz sualdır. Buna H yük də, S yük də yaza bilərək belə. İndi mən buradan H-ı taparamsa, onda nəyi tapıramsa düsturda, onların indeksləri hamısı yük olacaqdır. Yəni biri yük, biri ip ola bilməz. Bunun üçün də biz bilirdik ki, tərpənən bloklarımızda H bərabər idi VT və yaxud da S bərabər VT-dir. İndi buna yük deyibsə, onda sürətin də ayağına biz yük atmalıyıq. İndi baxaq. Sürətin yükü bizə yox, V ipi veribdir bizə. V ip 0,4-dür. Ona görə biz buradan V yükü tapsaq, onda olacaqdır. V yük bərabərdir. Bax bu ifadədən, bax bunu yaşıl rənglə ayırıb. Bu ifadədən bizim V yükümüz bərabərdir. V ip bölünsün yarıdır. Və V ipimiz də bizə 0,4 verir. V ipin yerinə 0,4 yazıram. Bölürəm 2. Bu da elədir 0,2 metr saniyə. İndi gətirəcəm buradakı V yükün yerinə 0,2 yazacağım. Zamandakı 2-dir. 0,2 də 2-yə vurulanda bu da 0,4 metr olaraq 34 A variantına gedir. 35-ə baxıram. Yenə 35-də nə gördük? Dedik ki, bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yəni bax, burada gördük bir dənə tərpənən blokdur. Demək ki, onda bu 2 dəfə qazanc verəcəkdir. Yəni F bərabərdir. Yəni mc bölünsün 2-dən ibarətdir. Bu 2 dəfə qazanc verdisə, demək ki, bizim iplərimiz həmişə yüklərimizdən 2 dəfə böyük olacaqdır. İp yükdən həmişə 2 dəfə böyükdür. İndi baxaq ki, hansı fiziki əməklər buna uyğun gələcək. Deyir ki, ipin sərbəst ucu 7 saniyə müddətində 2,8 metr saniyə qalxır. Bax, ip buradakı qalxırsa, yəni hündürlüyə aiddir. Yəni H ipimiz bizə verildi 2,8 metr. Daha sonra yükün sürətini hesablayın. V yükümüz də bizim axtarışda olacaqdır. Biz indi yazırıq ki, V-ni taparımsa, V bərabər H bölünsün T və yaxud da S bölünsün T-yə görə yazır. İndi bizdən nəyə soruşdu? Yükü soruşdu. Yük soruşuldusa, ona görə mən sürətin ayağına da yük atacağım, H-ın da ayağına yük atacağım. Amma bizə buradan verilibdir H ip. Dedik ki, tərpənən blokda iplər yüklərdən həmişə 2 dəfə böyük olacaq. Burada indi H yükü tapmaq üçün onda yazacağım H ip bərabərdir 2H yükdən ibarət. Və H yükümüzü indi buradan çıxardaq. H yükümüz bizim bərabərdir. H ip bölünsün 2, yəni yarıdır. H ip bizə 2,8 verilib, bölürəm 2. Bu da elədi 1,4 metr. Yəni ki, bizim artıq buradakı H yükümüzü tapdıq ki, bu 1,4-dür. Bölünsün. Verilən zaman da 7 saniyədir. 1,4-ə 7-yə böləndə bu da 0,2 metr saniyə olur və cavab burada 35-də C variantı olur. 36-ya baxaq. Blok vasitəsilə yükü bərabər sürətlə qaldırarkən ipin sərbəst ucu 0,15 metr saniyədir. Zaman 20 saniyə müddətində yükün qalxdığı hündürlüyü tapın. Birinci biz bloka baxıram. Bax, bu blok tərpənilməz blokdur. Yəni, bunu da hardan bilirik? Bax, bu kubikdə bu fiqurun, bu cismin ağırlıq qüvvəsi mc-dir və sonra F qüvvəmizi fırladıram, gətirirəm bura. Bax, bu ipimizə təkcə F düşür. Yəni F mc-ni tarazlaşdırır. Yəni bunlar bir-birlərinə bərabərdir. Görsən burada yarıya bölmə söhbəti yoxdur. Elə F sadəcə mc-nin özüdür. Onda belə olanda daha ip bərabər olacaqdır yükə. Yəni burada belə götürək də mən nə ipi, nə yük olan hissələrə fikir verməyəcəm. Yəni hamısını eyni şəkildə götürəcək.
Yəni ki, o zaman verilən sürətimiz 0,15 metr saniyədir. Verilən zamanımız da 20 saniyədir. Bir də bizə deyir ki, yükün hündürlüyünü tap. H yük də sualır. Yəni fərqi yoxdur. H yük, H ip dediyimiz kimi iplər yüklərə burada bir-birinə bərabər olduğu üçün də burada ehtiyac yoxdur ki, iplə yükün eyni indeks yazmağa ehtiyac yoxdur. Ona görə H bərabər VT-dir. Sürət 0,15, zamanımız da 20-dir. 0,5 də 20-yə vurulanda bu da gəlib biləcəkdir 3 metr. Və sualımız B variantına gedəcəkdir. 37-ci sual. Kütləsi M olan yükü tərpənməz blok vasitəsilə şaqı ilə yuxarı yönəlmiş modulu J/2 olan təcillə qaldırmaq üçün ipin sərbəst ucuna tətbiq olunan qüvvə hansı ifadə təyin olunur? Birinci əsas sözlərə fikir veririk. Tərpənməz blokdursa, o zaman qüvvənin düsturu F bərabər ya P-yə bərabərdir ya da P-nin də yerinə çəkinin yerinə, yəni MJ-yə yazacağıq. Daha sonra burada nə deyirik bizə? Yuxarı yönəlmiş təcil. Bax, təcilimiz bizim yuxarı yönəlirsə, onda artıq mən bunu MJ şəklində yox, MJ plus A şəklində yazacağım. Və bir də bura fikir veririk. Təcil nə qədər verilib bizə? Təcil J bölünsün 2-dən ibarətdir. Yəni A-nın qiyməti J bölünsün 2-dir. Onu da mən gətirəcəm. Bax, burada A-nın yerinə J bölü 2-ni yazacağım. Yəni olur onda belə J bölünsün 2. Buradan da bunu hesablasaq, deməli, bizim buradakı ortaq məxrəcimiz 2 olacaqdır. Gəl elə bunu yazaq. Bax, bura 2 düşəcəkdir. Burada ortaq məxrəcimiz 2-dir. 2J-nin üzərinə J-ni gələndə bu elədir 3J və 3J də bölsək 2-yə, bu da eləcək 1, onda 5 M də önündədir. 1, onda 5 MC-dən ibarət olacaqdır. Gedir cavabımız 38, 37-də Y variantı. 38-ə baxaq. Kütləsi M olan yükü tərpənməz blok vasitəsilə şaquli aşağı yönəlmiş J/5 təcillə aşağı endirmək üçün ipin sərbəst ucuna tətbiq olunan qüvvəni hesablayın. Yenə əsas sözə fikir verin. Tərpənməz blokdursa, o zaman qüvvəmiz bizim ya P-yə, ya da MJ-yə bərabər olacaqdır. Burada bizə aşağı yönəlmiş təcilimiz verilir ki, J bölünsün 5-dən ibarət. Təcil J bölünsün 5-dir və istiqamət də aşağıdır. Onda belə olanda daha mən buna MJ yox, MJ minus A şəklində yazacağım. Niyə görə minus? Çünki aşağı yönəlmişdir. Ona görə minus şəklində qoyulacaq və təcillimizin də qiymətini bizə J bölünsün 5 verib. Ona görə bu J bölünsün 5 yazacağım. Yəni, bəzi uşaqlar bunu belə də yazmaq olar. J bölünsün 5-i 5də 1 J şəklində yaza bilərəm. Buradan da 1-i 5-ə böləndə bu eləcəkdir 0,2. İstəsən elə belə yazıram. Bu elədir 0,2 J və 1 J-dən də mötərizəmizi bağlayaq buradan. 1 J-dən də 0,2 J-ni çıxanda bu deyəcəkdir 0,8. Bir də önündə də M də var, J də var. Cavab olacaq 0,8 M, J və gedir 38 Y variantına. Yəni bu hissələr artıq riyazi hesabatlardır. 39. Tərpənən blok vasitəsilə cismin sabit sürətlə qaldırılmaq üçün sərbəst ucuna modulu F olan qüvvə tətbiq olunur. Bu cismin tərpənməz blok vasitəsilə sabit sürətlə qaldırmaq üçün ipin sərbəst ucuna hansı qüvvə tətbiq edilməlidir? Gəlin bu cümləni, bax bu hissənin hissə-hissəyə tərpənən bloka qədər bizə verilən qüvvəmiz bir F qüvvəsi tətbiq olunubdur. Yaxşı, gəlin yazaq. Ümumiyyətlə, tərpənən blok dedikdə demişdik necə idi? Tərpənən blokumuz F bərabərdir 1, P bölünsün yarı və yaxud da MC bölünsün 2 şəklində bunu yaza bilərik. Bu bizim ilk öncə verilən hissəmizdir. Yəni, hissə gedir. Bura birinci hissəmizdir. Sonra isə deyir ki, bu cismi tərpənməz blok vasitəsilə sabit sürətlə qaldırmaq üçün buna lazım olan qüvvə hansı ifadə təyin olacaq? Bax, tərpənməz blok dediyinə görə bu artıq bizim ikinci şərtimizdir. Tərpənməz blokumuzda da qüvvə elə yalnız çəkin özünə bərabərdir. Yəni, birinci şərti ikinci şərtdən biz əvəz edəcək. Gəlin, bax, buradan P-ni tapaq, çəkimizi birinci şəkildən. P-ni tapanda P bərabərdir 2F-ə. Buradan da mən bu P-nin yerinə bax, gətirəcəm, buradakı 2F-i yerləşdirəcəm. Bu da oldu belə. Elə bil bizim ikinci şərtimizdə qüvvəmiz 2F olacaqdır və 39 C variantına gedir. 40-cı suala baxaq. Bu sualımızda tərpənməz blok gördünsə, vəssalam. Tərpənməz blok sözü varsa, ümumiyyətlə, ip yük sözlərinə biz fikir verməyəcək. Yəni, bax, bunun üzərinə bir dənə belə xətt çəkirəm. Nə ipə, nə yükə fikir verməyəcəksiniz. Daha sonra yükün impulsunun onun sürətindən asılı qrafiki verilir və yükün kütləsini tapın deyir. Deməli, qrafikimizdə görürəm ki, impuls və sürət var, bir də kütləni tap deyir. P bərabərdir MV-dən ibarət olan düstura üstünlük verəcək. Sürətimiz bizim burada yox, kütləni soruşur, üzr istəyirəm. Kütləni soruşursa, kütlə M bərabərdir
impuls bölünsün sürətdən ibarətdir. İndi baxıram, əgərlərim mən impulsun 12 qiymətini götürərəmsə, sürətin də 2 qiymətini götürəcəm. 12 bölünsün 2, kütləmiz eləyəcəkdir 6 kiloqram. Yəni fərqi yoxdur. Əgər bu qiyməti götürsəm, impulsun 6-nı 1-ə böləcəm, yenə qiymət 6 olacaq. Bax bu xətt, bax bu qırmızı xəttdə burada artıq kütlənin sabit olduğunu bildirir. Yəni kütlə bu xəttlərin hamısında sabit olaraq 6 kiloqramdan ibarətdir. 41-ci sual. Tərpənməz blokun köməyi ilə bərabər sürətlə qaldırılan yükün potensial enerjisinin dəyişməsinin ipin sərbəst ucunun yerdəyişməsinin asılı qrafiki verilir. Yükün çəkisini tapmalıyıq. Aha, indi gəlin verilən fiziki əməklərimizi yazaq. Bax, potensial enerjimiz var. Çəkini soruşur, birdən bizdə hündürlüyü soruşur, bir də tərpənməz blokdur. Ümumiyyətlə fərqi yoxdur. Tərpənməz blok, tərpənən blok. Elə iş, enerji bunlar həmişə elə düstur olduğu şəkildə qalacaqdır. Tərpənməz blok da dediyinə görə nə ip sözünə fikir verəcəm, nə də yük sözünə fikir verəcəm. Tərpənən blokda bunlar ancaq keçərlidir. Tərpənməz blokda keçərsizdir. Yəni fikir verməyəcəyik. Sonra biz bilirik ki, potensial enerjimizin düsturu necədir? MJH-dan ibarətdir. Bax, bu MJ hissəsi bizə çəkini verəcəkdir. Bunun yerinə gətirəm, çəkini yazıram və bizə deyir ki, yükün çəkisini tap. Yəni P sualdır. Yəni biz buradan başqa sözlə P-ni tapacağıq. P də bərabərdir Y potensial bölünsün hündürlükdən ibarətdir. İndi baxıram. Mən əgər potensial enerji harda yerləşir? Şaquli xətti. Əgərləri mən potensial enerjinin 120 qiymətini götürürəmsə, onda hündürlüyündə 6 qiymətini götürəcəm. Yəni ki, burada 120-ni də böləcəm 6-ya. Bu da nə qədər elədi? 20 Newton olaraq sualımızın cavabı C variantına gedir. 42-ci sualımıza baxaq. Biraz bunu bir tərəfə çəkək. 42-ci suala fikir versək, burada görürük ki, tərpənən blokdur. Tərpənən blokda artıq dedi ki, iplər həmişə yüklərdən 2 dəfə böyük olacaqdır. İndi bu hissələrə artıq fikir vermək lazımdır. Və deyilir ki, burada bərabər sürətlə qaldırılan yükün potensial enerjisinin dəyişməsinin, onun yer dəyişməsindən asılı qrafiki verilir. Yükün çəkisini tapın. P sualdır, axtarışdadır. Aha, indi gəlin yazaq. Potensial enerjimizin düsturunu 41-ci sualda yazdıq ki, P vurusun H-dan ibarətdir. Yəni P MJ-dir. Onu da P ilə yazırıq. Sonra buradan P-ni soruşursa bizdən, çəki P bərabərdir. Y potensial bölünsün H-dır. İndi baxım görün hansı çəkini bizdən soruşdu. Bax, yükün çəkisini soruşdu. Bu əgər bizdən yükü soruşursa, onda bizim buradakı hündürlüyümüzün də ayağına, yəni hündürlük bunu H-da hündürlük də deyil, ayağına artıq indeksə yük yazılmış olacaqdır. Yaxşı, indi gəlin baxaq. Mən əgərlərim potensial enerjimizin 120 qiymətini götürərəmsə, hündürlüyündə 8 qiymətini götürəcəm. Bax, potensial enerjimizin buradan qiymətini, potensial enerjimizə nə verib? Bax, yükün potensial enerjisini verib. Ona görə bunu çevirməyə ehtiyac yoxdur. Çünki hər birini tapanda eyni indekslər qoyulacaq. Yəni, bax, bu yükdürsə potensialın da yükü olacaq, hündürlüyün də yükü olacaqdır. Deməli, potensial enerjimizin yükünü bizə 120 joule veribdir. İndi hündürlüyə baxıram. Hündürlük də 8-dir. Amma hündürlüyə bir fikir ver, H ipdir. Mənə H ip yox, mənə H yük lazımdır. Ona görə mən ora 8-i yaza bilmərəm artıq. Biz dedik ki, iplər yüklərdən həmişə 2 dəfə böyük olacaqdır. Elədirsə, onda mən gətirirəm bunu, bax belə yazıram. H ip bərabərdir 2H yükdən ibarətdir. Buradan H yükümüzü çıxarsaq, H yükümüz də bərabərdir. H ip bölünəcəkdir yarıya. H ipimiz bizim 8-dir. Böləcəm bunu yarıya. Bu da elədir 4 metr. Və buradan gətirəcəm. Bunun qiymətini yerinə, H yükün yerinə 4 qoyacağım. 120-ni də 4-ə böləndə bu da 30 Newton olacaqdır. Çəkeyim. 30 Newton oldu. Sonra 43-cü sualımıza baxmamışdan öncə bu tərəflərimizi silək. Sualda deyilir ki, bizə sistem tarazlıqda olarsa A cisminin kütləsini hesablayın. Bax, bizə bu A cisminin kütləsini hesabla deyil. Birinci sağ tərəfə baxıram. 6 və 2 kiloqramın ikisinin də cəmi nə qədər elədi? 8 kiloqram elədi və istərsən gəl bunu belə eləyək də. Ümumi bunları birlikdə götürəcəm, yazacağım 8 kiloqram və bunun da 8 kiloqram oldu. Bunun da ağırlığı nə qədərdir? F ağırlıq mg'dir. 8 kiloqramdırsa şeyə də vursaq, bu da elədir 80 Newton. Yəni ümumi burada ağırı 80 Newtondan ibarətdir. Bunu buradan qeyd edirəm. 80 Newton. İndi mən, yəni bizim buradakı qüvvəmiz 80 Newtondur. Bilirdik ki, bax danışmışdıq da mövzu izahında. 80 Newtonluq qüvvəni gətirirəm, belə fırladıram. Bax bizim bu düyün nöqtəmizə bax bura 80 Newton düşür. Bunu bura yazıram. Daha sonra yenə davam edirəm. İp boyunca 80 Newtonluq qüvvəni bu yana da fırladıram.
burada gəlib düşəcəkdir. Yenə 80 Newton, bura yazıram. Aha, 80 Newton, 80 Newton sağda solda oldu. Sonra bu 80 ilə bu 80-in cəmi bizə 160 verərək, bax, bura qırmızı ipi görürsənmi? Bu ip də ikisinin cəmi olacaq. 160 Newtondur. İstəyirsən bunu aydın olsun deyə götürəm, kənardan yazıram. Bax, bu qüvvəmiz bizim buradan 160 Newtondur və bir yana da burada bizim 2 kiloqramımız var, bir yana da burada bizim A kiloqramımız var. Bunlar bu hissəyə bərabərdir. Bax, bu iki hissənin ağırlıq qüvvəsi nə cür tapacam? Ağırlıq qüvvə dedik nədir? Şeydən ibarətdir. Bir bu 2 kiloqram, bunun ümumi ağırlıq qüvvəsini yazıram. Bu 2 kiloqramın ağırlıq qüvvəsi mg deyilmi? Buradan yazıram, bax, buna yazıram qiymətinə mg, üzərinə gələndə buna da mg yazıram. Amma bu kütləmiz A kiloqramdır. Ona görə bunun ayağına A-nı yazacağam. Sonra bu kütləmiz bizim 2 kiloqramdırsa, onda bu m-in yerinə 2 yazıram. J-miz də bizim 10-dur. Belədir 20 Newton. Amma MA nədir bilmirəm. Ona görə buna MA yazıram. J-mizə də 10 şəklində yazıram. Aha, bax, bizim ümumi bu aşağıdakı olan qüvvəmiz 20 üzərinə gəlsin 10 MA oldu. Elə bunu buradan yazıram. Həmçinin istəyirəm, buradan yazıram ki, bu hissəmiz oldu. 20 üzərinə gəlsin 10 MA-dan ibarətdir və yəni ki, bizim bax bu qüvvəmiz 160 Newtonluq olan qüvvə, bax buradakı bu qüvvəyə bərabər olacaqdır. Onun üçün də yazıram ki, 160 bərabərdir. 20 üzərinə gəlsin 10 MA. Sonra 160-dan 20-ni çıxanda bu elədir 140 bərabərdir 10 MA. Oradan da MA-nı tapanda sıfırlar getdi, qaldı 14 kiloqram. Yəni, bax, bu cisimimizin kütləsi 14 kiloqram olaraq 43 A variantına gedir. 44-ə baxaq. Bunu buradan silək. 44-cü sualımızda 100 kiloqram kütləli cismi tərpənən blok vasitəsilə 6 metr yüksəkliyə bərabər sürətlə qaldırdıqda ipin sərbəst ucuna tətbiq olunan qüvvənin F və ipin sərbəst ucuna yer dəyişməsinin modulu nəyə bərabər olacaq? Yenə birinci tərpənən blok sözünə fikir verəndə bilirik ki, tərpənən blokda F qüvvə bərabərdir. Çəki bölünsün yarı və yaxud da çəkinin yerinə mg şəklində yazacağıq. Bu tərpənən blok üçündür. İndi görürəm ki, kütlə bizə 100 verilib. 100. J'miz bilirik ki 10'dur. 100'ü vurduq 10'a elədi 1000 böldük 2'yə. Bu da eləyəcəkdir 500 Newton. Və indi harda 500 Newton var onları rəngləyirəm. Ya cavab C ya da E variantı olacaqdır. Və daha sonra indi baxıram buradan ipə. Demək, daha doğrusu yer dəyişmə. Buradan da ipin yer dəyişməsini bizdən soruşur. S ipimizdə biz demişdik ki, əgərlərin blokları tərpənən blokdursa, qüvvədən 2 dəfə qazanc verir, 2 dəfə qazanc verir. Ona görə iplər həmişə yüklərdən 2 dəfə böyük olacaq. Yəni, başqa sözlə, S ipimiz S yükę bərabər olacaqdır. İndi vurulsun, bizə buradakı S yük nə qədər verilibdir? Bax, deyir ki, cismi tərpənən blok vasitəsilə 6 metr yüksəkliyə qaldırdıqda, bu cisim, bax, bunun yükü deməkdir. Və bu cisim bunun yükünə aiddir. Ona görə bunu bizə 6 veribdir. 2-ni də 6-ya vuranda, bu da 12 metr olaraq sualımızın cavabı 44-də C variantına gedir. 45-ci sualımıza baxaq. 45 amma çox rahatdır. Çünki 45-də deyir ki, 200 kiloqram kütləli cismi tərpənməz blok vasitəsilə. Vəssalam, tərpənməz blok sözünü gördünsə, istirahət eləyə bilərsən. İp ilə sadəcə yükę bərabərdir. Yəni, kef ilə burada fikir vermə. İplə yük sözünə fikir verməyəcəksən artıq. İndi belə olduğu halda bizə deyir ki, buradan sən qüvvəni və yer dəyişməni tapacaqsan. Tərpənməz blokda qüvvə bilirik ki, P-yə və yaxud da M-yə bərabərdir. Verilən kütləmiz bizim burada 200-dür. J'miz də 10-dur. 200 də 10-a vurulanda bu elədir 2000 Newton. Yəni, mən burada ya bu cavabı, ya bu da A, C, D-ni götürə biləcəm. Bir yandan da S ipimiz də elə bizim S yükę bərabərdir. Yəni, nə qədərdir? 4 metrsə vəssalam, bu da elə oldu 4 metr. Yəni, burada tərpənməz blokda dediyim kimi bölünmə söhbəti yoxdur. 45 də A variantı olacaqdır. 46-ya baxaq. 46-cı sualımızda cisim blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucuna tətbiq olunan F1 və F2 qüvvələr modullar arasında hansı münasibətimiz doğrudur? Bu M kütlədirsə, bu da M kütlədir. Görsən, eyni kütlədir. Hər birinin ağırlığı bir mg-dən ibarət olacaqdır. Daha sonra bura bizim F qüvvələrimiz. İndi F qüvvələrimizdən yola çıxıram. Mən bu F qüvvəni bu yana fırladıram, çevirirəm.
Onda bizim bax bu vəziyyətimizdə elə bir F-dir. Bu F bu MJ-ni neynir? Tarazlaşdırır. Yəni başqa sözlə bu birinci qüvvələri deyə bilərəm. Onda F1 bərabərdir 1 MJ-dən ibarətdir. İndi buradakı F2 qüvvəsinə baxıram. F2-ni də ip boyunca belə fırlatdım. Təkcə bax bir dənə bizim bu F2-miz yalnız buradakı MJ-yə gəlib bərabər oldu. F2-ni də bərabər edirəm MJ-yə. İndi başlayıram qüvvələrimi müqayisə edəndə. Yəni burada görürük ki, hər biri eynidir. Lap müqayisə eləmək üçün istəsən bunları bir-birinə böl. Nə qalır burada? Heç nə. MJ-lərimiz buradan ixtisar olunur və bu nisbətimiz bizim 1-ə bərabər olur. Buradan da F1-imizi tapanda F1 bərabər olacaqdır F2-dən ibarət. Bunu hansısa nömrədə oldu, yadımdan çıxdı. Bax, orada 2 yolla izah etmişdim. Həm bununla, həm o biri yolla link yolu ilə. İndi istəsəniz o izaha baxa bilərsiniz. 46 C variantına gedir. 47-ci sualımıza baxaq. Bu sualımızda deyilir ki, tərpənən və tərpənməz bloklar üçün uyğun ifadələri müəyyənləşdirin. Tərpənən və tərpənməz blok. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verir, amma tərpənməz blok qüvvədə qazanc verməyəcəkdir. Qüvvədə qazanc vermir, gedəcək bu tərpənməz bloka. Qüvvədə 2 dəfə qazanc verirsə, bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Hər biri sadə mexanizmlərdir, hər birinin ortaqlarına gedir. Ümumiyyətlə 3 olan tərəf, yəni bax bu 3-cü olan tərəf ortaq hissələrdir. İşdə qazanc vermir. Ümumiyyətlə heç bir işdə qazanc vermir. Yəni 4 ilə 3 eyni ortaqlarına getdi. Yalnız qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunan, bu isə tərpənməz blok üçün aid olacaqdır. 1-ə uyğundur 2, 2-yə uyğundur 1, 5 və 3, 4 də bunların ortaqları olur. Buna uyğun cavabımız burada gedəcəkdir D variantına. 48-ci sualımıza baxıram. Deməli, bizə verilən bu sualda, bu biraz belə buradan düşüb. Aha, yaxşı belə baxıram. 48-ci sualda blokun köməyi ilə 60 kiloqram olan cisim bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 0,5 metr saniyə, 8 saniyə müddətində yuxarı hərəkət edir. Cismin potensial enerjisini tapmalıyıq. Yəni belə, biraz burada mən yer açım, bunu buradan bir tərəfdən də yazdım. Birinci blokumuza fikir veririk. Blokumuz görürük ki, məcbur blokdur, tərpənən blokdur. Tərpənən blokdursa dediyimiz kimi bilməli ki, bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yəni F bərabər MC böl 2-dir. Yəni bu əgər yarıya nə qədərsə bölünürsə, yenə yazıram. İplər həmişə yüklərdən 2 dəfə böyük olacaqdır. İp yükdən böyükdür. İndi verilənlərimizi qeyd edək. Bax, bizə buradan deyir ki, ipin sərbəst ucunun sürəti 0,5-dir. Yəni ki, bizim V ipimiz 0,5 metr saniyədir. Verilən zamanımız 8 saniyədir. Daha sonra potensial enerjini hesablamalıyıq. Hansı potensial enerji? Cismin. Cismin potensial enerjisi, yəni yükün potensialı sayılır ki, bunu soruşur bizdən. Dediyimiz kimi, enerjidə yarıya bölünmə söhbəti yoxdur. Amma ip yük söhbəti var deyə tərpənən blokdur deyə. Buna diqqət etmək lazımdır. Deməli, yazıram ki, yükün potensial enerjisi bərabərdir. MJH-dan ibarətdir. Yükünü soruşur da bizdən. İndi mən buradan H yükümüzü tapmalıyam və mən H yükümüzü tapmaq üçün onda bunun yerinə belə yazıram da, gətirək elə buradan yazaq da MJ, H-ın yerinə VT yazacağam, amma bu yükdür deyə onda V yükümüzü biz tapmalıyıq. Yaxşı, hanı bizim V yükümüz? Dedik ki, necədir? İplər yüklərdən 2 dəfə böyük olacaq. Yəni V ip bərabərdir 2 V yükdən ibarətdir. İndi buradan da biz V yükümüzü taparıqsa, bax bu bərabərlikdən, o zaman olacaqdır. V yük bərabərdir. V ip bölünsün 2-dir. V ip bizə verilibdir buradan 0,5. Bunu görən düzmü yazdım? 0,5-dir. Aha, bəli, 0,5 bölünsün 2. Hələ heç mən bunu bölmürəm. Elə bax, V yükü 0,5 bölünsün 2 şəklində saxlayıram. Və başlayıram burada düsturumda icra etmə. Potensial enerjimizin yükü bərabərdir. M, kütləmiz bizə verilmişdir. Nə qədər? Bir kütləyə baxaq. Kütlə, bəli, burada 60 kiloqramdır. Kütlənin yerinə 60 yazıram. J'miz bizim burada 10-dur. V yükümüzü tapdıq. 0,5 bölünsün 2-dir. Və verilən zamanımız da bizim burada 8-dir. Bunu da yazıram, vurulsun 8 və indi başlayaq hesablamağa. 8 ilə 2 ixtisar olunaraq burada 4 qalır. Sonra 0,5-i 4-ə vuranda bu eləcəkdir 2. Daha sonra 60-ı 2-yə vurduq. Bu elədi 120. Bir dənə də yanında 0 var. Bu da elədi 1200 joule. Əgər də bunu kilo ilə deyərsə 1,2 kilojoule olur sualımızın cavabı və gedəcəkdir 48 D variantına. 49-a baxaq.
Yine buradan görürük ki 49-cu sualda yenə tərpənən blokdur. Bu tərpənən blokdursa vəssalam, yenə iplərimiz yüklərimizin 2 dəfə gəlib böyük olacaqdır. Buradan da yenə bunu yazacaq. İplər yüklərdən 2 dəfə böyük olacaqdır. Qeyd edək buradan ip yükdən 2 dəfə böyük oldu. Aha. Sonra indi verilənlərimizə gedək. İpin sərbəst ucu 4 saniyədə 4 metr yuxarı qalxarsa yükün impulsunu tapmalıyıq biz. Deməli bizdən P yükün impulsunu soruşur və bizə veriləndə ipin sərbəst ucunun hündürlüyü verilibdir. Yəni H ipimiz bizə verilibdir 4 metr. İndi baxıram. Biz bilirik ki, yükün impuls nədir? Impuls bərabərdir mv-dən ibarətdir. Əgərlərin bu bizə yük soruşursa, onda sürətin də bizə yükü lazımdır tapmaq. Ona görə biz bunu edə bilərik. M saxlayıram yerində. Sürət bilirdik ki, nədir? V bərabər S bölü T ya da H bölünsün T şəklində yazaram. Ona görə sürətin yerinə artıq mən yazıram H bölünsün T. Amma bizim indeksimiz yükdür deyə, onda hündürlüyümüzün də indeksinə yük yazılmalıdır və indi isə bizə qalır H yükümüzü tapmaq. H yükümüzü tapmaq istəyiriksə, o zaman necə dedik? H ip, yəni iplər yüklərdən 2 dəfə böyükdür. Demək ki, onda mən buna H ip bərabərdir 2H yük yazacağam və buradan da biz H yükümüzü taparıqsa, çünki bizə H yükü tapmaq lazımdır. H yük bərabərdir. H ip bölünsün 2-dir. H ipimiz 4 bölünsün 2, bu da elədi 2 metr. Verilənləri indi isə icra edək, yerinə qoyaq yazaq. Kütləmiz bax bizə burada M nə qədər verilir? 80 kiloqram. M-in yerinə 80 yazıram. H yükümüz bizim 2-dir. Verilən zamanımız da bizim burada 4-dür. Sadələşdirsək bunu 20, 2-ni də 20-yə vurduq. Elədi 40 kiloqram metr saniyə və 49 A variantına gedir. 50-ci suala baxaq. Bu sualımızda deyilir ki, kütləsi 90 kiloqram olan yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. Yükün impulsu 30-dursa, ipin sərbəst ucunun 6 saniyə müddətində yer dəyişməsini tapın. Yenə blokumuza baxırıq. Gördüyümüz kimi blok tərpənən blokdur. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verdiyinə görə, ona görə bu bölünür 2-yə. Demək ki, bu nə qədər bölünürsə, iplərimiz də yüklərimizdən dedik ki, həmişə o qədər dəfə böyük olacaqdır. Buradan yük yazıram. İp yükdən 2 dəfə böyükdür. Yaxşı. İndi yazıram. Bax, kütləmiz bizim 90 kiloqramdır. Görsən yükün impulsunu verirsən. Onda yazıram. Yükün impulsu 30 kiloqram metr saniyədir. Zaman 6 saniyədir və yer dəyişməmiz də bizim sualdır. Hansı yer dəyişməmiz sualdır? Buradakı sözə fikir ver. İpin yer dəyişməsi. Aha, onda bura yazıram. S ipimiz sualdır. Başlayaq indi impulsumuzun düsturunu yazmağa. İmpulsumuz bərabərdir M, V-dən ibarətdir. Bizə buradan nəyə soruşdu? İpi soruşdu. Biz burada hər bir şeyi ipə uyğun fokuslandıracağıq. Bəs yaxşı, S-imiz nədir? S isə bərabərdir V T-dən ibarətdir. Onda bu ipdirsə, onda sürətimizin də bizə ipi lazım olacaqdır. Yaxşı, onda belə olduğu halda burada mən sürətimi taparam. V bərabərdir. Buradan impuls bölünəcəkdir kütləyə. İndi baxıram, bizim burada yükümüzün impulsu var, 30-dur. Deməli, onda bunların hamısını indeksə yük yazacağam. Burada yük, burada yük. Yükün impulsu 30, kütləsi də 90-dır. Bunları bir-birinə böləndə bu elədi 3-də 1. Amma bizdən S ipi soruşur, amma mən V yükü tapmışam. Ona görə mən bunu gətirəcəm, V ipə gətirməliyik. Onun üçün də biz dedik ki, V ip nədir? 2V yükdən ibarətdir. V yükümüz bizim 3-də 1-dir. Bu da elədi 2-ni 3-də 1-ə vuranda bu da 3-də 2-dən ibarət oldu. Bura yazıram ki, bu da elədi 3-də 2. İndi gətirəcəm. Buradan verilənlərimizi artıq yerinə qoyub yazacağam. V ipimiz 3-də 2-dir. Bizə verilən zaman da 6 saniyədir. Buradan da ixtisar olunanda bu elədi ki, 2-ni də 2-yə vuranda bu da elədi 4 metr və sualımızın cavabı 50-də D variantına gedir. Növbəti suala baxıram. Ipin köməyi ilə kütləsi 700 kiloqram olan yük bərabər sürətlə qaldırılır. İpin sərbəst ucunun sürəti 0,4-dür. Nə qədər müddət ərzində yükün potensial enerjisinin dəyişməsi 14 kilojul olacaq. Yəni birinci bloka baxıram, görürəm bu tərpənən blokdur. Dedik ki, tərpənən blokda həmişə iplər yüklərdən 2 dəfə böyük olacaqdır. Bunu yazdım bir kənara. Verilənlərimizi indi buradan qeyd edək. Bizə verilən buradakı kütləmiz M bərabərdir 700 kiloqramdan ibarətdir. Daha sonra ipin sərbəst ucunun sürəti. Bax, buradan gördükmü ip sözü gəldi və bu da sürətdir. Demək ki, onda bizim V ipimiz 0,4-dür. Necə dedik? Dedik ki, əgərlərim tərpənən blokdursa, ip yükdən 2 dəfə böyükdür. Bu o deməkdir ki, bizim V ipimiz V yükdən 2 dəfə böyükdür. Onda mən buradan V yükümüzü tapacağım.
V yükümüzü buradan tapanda V ip yarıya bölünəcəkdir. V ip 0,4-dür. Böləcəm bunu yarıya. Bu da eləcəkdir 0,2. Demək ki, bizim buradakı V yükümüz 0,2 metr saniyədən ibarət oldu. Daha sonra burada verilən nədir? Deyir, nə qədər müddət? Demək ki, bizdən burada zamanı soruşur. Zaman sualdır, axtarışdadır. Bəs bunu yaxşı yazın, pis düşdü. Aha. Zaman sual axtarışdadır və birdən bizə deyir ki, yükün potensial enerjisi 14 kilojoldur və ayağına yazıram, yükün potensial enerjisi 14 kilojol, 14 vur 10 üstü müsbət 3 jol deməkdir. İndi başlayırıq verilənlərimizi yazmağa. Bu verilən hərflərə uyğun, yəni fiziki əməllərə uyğun bir düstur təyin edək. Bilirik ki, potensial enerjimizin düsturu M, J, H-dan ibarətdir. Buradan, bax, biz H yoxdur da, H-ın sayəsində V ilə T-ni əldə edə bilərik. Ona görə H bilirik ki, nədir? H-ın yerinə S də yaza bilərəm. Yəni H, S fərqi yoxdur da. Bu VT-dən ibarətdir. İndi bura fikir versən, bu yükdürsə, onda sürətin də ayağına yük atacağım. Yəni eyni indeks olmalıdır və bizə buradan fikir ver, hansı zamanı soruşdu. Deyir, nə qədər müddət ərzində yükün potensial enerjisi. Yəni bu söz yükə aiddir. Demək ki, yükümüzün buradakı zamanını tapacaq. Zamanımız da bərabərdir. Potensial enerjimizin yükü bölünəcəkdir mj v yükə. İndi verilənləri qoyaq yerinə. Potensial enerjimiz 14.000-dir, yəni 14 vur 10 üstü 3-dür. Kütləmiz 700 verilibdir, şeyimiz 10-dur. Yükün də buradan biz tapdıq ki, sürəti 0,2-dən ibarətdir. İndi sadələşdirirəm. 10-u 0,2-yə vuranda bu elədi 2. Buradan yazıram 2. Sonra bu 2 0 ilə bu 2 0 ixtisar olundu buradan. Və qaldı nə? 7-ni 2-yə vuranda bu elədi 14. 14 ilə də 140 bir-birinə bölünərək bu da elədi 10 saniyə və bu sual gedəcəkdir buradan C variantına. 52-yə baxıram. 52-ci sualda iki blokdan, bax bu bloklardan 150 və 200 qramlıq kütləli yüklər asılıbdır. Bloklar arasındakı, bax bu bloklar arasındakı kütləni bizdən soruşur. Bucağımız da 90 dərəcədir. Gəlin bunu belə eləyək. Və bu var ortadakı olan qüvvə, kütlə. Bunun bütün ağırlığı bax bu hissəyə bölünür. Yəni bu iki hissəyə də yayılır. Daha sonra bu 150 qramlıq kütləm bu tərəfə gəlir, çıxacaq. İp boyunca fırlatsaq buna 150 qram, 200 qramı da bu yana çevirsək bu da elədi 200 qram. İndi biz burada nə görürük? Buradan görürük ki, belə bir düz bucaqlı üç bucaq var. İstəyirsən şəkli daha aydın görəsən də düz bucaqlı üç bucağı bu tərəfə köçürt belə. Bizim buradakı hipotenuzumuz, bax bu M-dir. Buraya yazıram, hipotenuz bizim buradakı M-dir. Sonra katetlərimizə baxsaq, bir katetimiz bizim burada 150, digər katetimiz 200-dür. Bir katetimizin yerinə yazıram 150 qram, digər katetimiz də bizim burada 200 qramdır. Və belə dediyimiz kimi bu cür vəziyyəti gördüksə, vəssalam, başlayırıq biz buradan Pifaqor teoremimizi yazmağa. Pifaqor teoremi necə idi? Hipotenusun kvadratı, yəni M-in kvadratı bərabərdir. Katetlərimizin kvadratı cəmi. Bir katet 150, digər katetimiz 200-dür. Ona görə 150-nin kvadratı üzərinə gəlsin 200-ün kvadratı. M burada kvadrat olduğu üçün bunların hər biri kökün altına girəcəkdir. Yəni M bərabərdir. 150-nin kvadratı 15-in kvadratı eləyir 225. 2 dənə də 0 yanına atıram. Üzərinə gəl. 20-nin kvadratı eləyir 400. 2 dənə də 0 yanına atıram. Çünki bunu kvadrata yüksəldirik. Olur bu şəkildə. Sonra 225-in üzərinə 400-ün gələndə bu M bərabərdir. Buradan elədi 600 və 2 dənə də 0 kənarda var. Bunları da üzərinə gəldik belə. 625-i üzr istəyirəm. 225-in üzərinə 400 gələndə bu elədi 625. Aha, 625 kökdən çıxacaqdır. Bu eləyəcəkdir 25. Sonra burada da 2 dənə 0 var. 2 sıfırdan da biri kökdən çıxacaq. Bu da elədi 250 qram. Söz sualımızın cavabı 52-də gedəcəkdir C variantına. 53-cü sualımıza baxaq. Bu sualımızda isə deyilir ki, blokun köməyi ilə bərabər sürətlə qaldırılan yükün impulsu. Elə gəl deyildikcə yazaq. Yükün impulsu yazıram P, yük bərabərdir 50 kiloqram saniyə. İpin sərbəst ucu 5 saniyə müddətində 2 metr yer dəyişmə icra edib. Buradakı ip yer dəyişməyə aiddir. Yəni S ipimiz bizim bərabərdir 2 metrdən ibarətdir. Və yükün kütləsini hesablayın. M yükümüz bizim burada sual axtarışdadır. Yenə bloka baxıram. Blok tərpənən blokdur. Blokumuzun tərpənən blok olmağı yenə yazırım. İplər yüklərdən 2 dəfə böyük olacaqdır. Və bizdən indi bu verilənlərə görə demək
Burada zamanı yazmamışam, mən zamanı unutmuşam. Zaman burada 5 saniyədir. T də bərabərdir 5 saniyədən ibarətdir. Buradan deməli impulsumuz var və kütləmiz var. Biz bunların sayəsində P bərabər mv düsturunu yaza bilərik. Cismin impulsu P bərabər mv'dir. İndi bizim burada amma V'miz yoxdur. V'nin yerini yaza bilərəm. V'nin də yerinə S bölünsün T'ni yazaram. S bölünsün T. Belə bir düsturumuz əmələ gəldi. Bizdən əgərlərim yükün kütləsini istəyirsə, yazdıqlarımızın hər birini indeksə yük yazacağam. Yəni yükün impulsu, yükün kütləsi, yükün yerdəşməsi hər biri yük olaraq tapılmalıdır burada. İndi biz baxırıq ki, bizim yükü olan hansılarımız var? Yükün impulsu varsa bunu dəyişməyəcəm. Yükün kütləsi axtarışdadır, amma S ipimizi dəyişəcəm. S ipi çevirəcəm S yükə. Onda yazıram ki, S ipimiz bərabərdir 2 S yükdən ibarətdir. Buradan S yükümüzü taparamsa, onda S yük bərabərdir S ip bölünsün 2-dən ibarətdir. S ipimiz, yəni yerdəşmənin ipi 2 verib bizə, bir də bölünsün 2. Bu da elədi 1 metr. İndi gətirəcəm buradan verilənlərimizi yerinə qoyub yazacağam. Buradan indi biz tapacaq yükün kütləsini. M yükümüz bərabərdir. P yük, yəni yükün impulsu vurulsun zaman bölünsün S yükümüzə. P yükümüz bizim 50'dir. Zaman verilib bizə 5 saniyə. S yükümüzü də 1 tapdıq. Buradan da 50 vurulsun 5, bu da elədi 250 kiloqram. Və bölünsün 1-ə də ehtiyac yoxdur. Elə o yerində olaraq qalır. 53 olur D variantı. 54-də baxaq. Bu tərəfimizi silək biz. 54-də blokun köməyi ilə bərabər sürətlə qaldırılan yükün kinetik enerjisi 32 jouldur. Yenə verilənlərimizi yazıram. Bax, yükün kinetik enerjisini veribdir. Ona görə kinetik enerjimizin yükü bərabərdir 32 jouldan ibarətdir. Daha sonra ipin sərbəst ucunun sürəti 0,8-dir. İndi bax, bu da ip sözü 0,8-dir. Yəni sürətimizin ipi 0,8 metr saniyədir. Daha sonra yuxarı hərəkət edən yükün kütləsini hesablamalıyıq. M yük də sualdır. Yenə görürük ki, blokumuz bizim burada tərpənən blokdur. Tərpənən blok olduğuna görə iplər yüklərdən 2 dəfə böyük olacaqdır. Biz görürük ki, burada kinetik enerjimizin yükü var, yəni kütləni soruşur. Yəni burada çatmayan bir dənə sürətdir ki, onda sürətimizi çevirməliyik. Bilirik ki, iplərimiz yüklərimizdən 2 dəfə böyükdür. Buradan da V yükümüzü taparıqsa, V yük də bərabərdir. V ip bölünəcəkdir 2. V ip 0,8, bir də bölünsün 2 ilədir. Bu 0,4 metr saniyə. Biz buradan tapdıq ki, bizim buradakı yükümüzün sürəti 0,4 metr saniyədən ibarətdir. İndi başlayıram, bax, bu verilən fiziki kəmətlərə uyğun ortaq bir düstur seçmək. Kinetik enerjimiz, sürətimiz, kütləmiz var. Bilirik ki, kinetik enerjimizin düsturu mv'nin kvadratı bölünsün 2-dən ibarətdir. Buradan bizi kütləni soruşur. Onda kütləmiz də bərabərdir. 2y kinetik bölünəcəkdir sürətin kvadratı. Yenə qeyd edirəm. Bizdən kütlənin yükünü soruşdursa, hər birinin indeksinin artıq yük yazılmış olacaqdır. Belə 2 vurulsun. Y kinetikimiz bizə 32 verilibdir. Sürətimiz də tapdıq ki, 0,4'dür. Sürətin də başı kvadrat olduğu üçün 0,4'ün kvadratı ilə də 0,16. 32 ilə 0,16 ixtisar olunaraq olacaqdır 200. Öndə də 2 var. 2-ni də 200'ə vuranda bu da elədi 400 kiloqram və bu sualımızın cavabı 54'də A variantına gedir. 55'ə baxaq. 55'i yazmaq üçün öncə üst hissəni silək. Sualda deyilir ki, linkin tarazlıqda qalması üçün, bax, bu bizim linkimizdir, yəni çubuğumuzdur. Bunun tarazlıqda qalması üçün F qüvvəsi ilə təsir etmək lazım. Yəni bizdən bu sarı qüvvəni, F qüvvəsini soruşur ki, sən bunu necə tapa bilərsən? Birinci biz momentlər qaydamızı yazırıq. Birinci qüvvə momentimiz bərabərdir. İkinci qüvvə momentimizə. Birinci qüvvə momentin yerinə F1 D1, ikincinin yerinə isə F2 D2'ni yazacağım. İndi bizə lazımdır ki, bizim burada birinci qüvvəmiz hanı, ikinci qüvvəmiz hanı? Gəlin onu tapaq. İlk öncə bura fikir verim. 6 kiloqram veribdir. Bunu istəsən qabaqda gələni F1 elə. F1'imiz bərabərdir. Kiloqramdır deyə 6 kiloqram. Bunun ağırlıq qüvvəsini taparam ki, mj yazaram. Deməli, m'imiz 6'dır, j'imiz də 10'dur. 6'nı 10'a vurduq, 60 newton. Bir qüvvəmiz hazırdır. Bu qüvvəmiz 60 newtondan ibarətdir. Sonra indi ikinci qüvvəmizi tapıram. F qüvvəmiz də axtarışlarda budur. Bax, bu bizim buradakı
Buna bir F qüvvə buradan bir yana düşür. Bir yandan da F qüvvəmiz buradan düşür. F-lə F-in də cəmi, bax bu ipimizdə bura nə rəng yazım bunu? Göy rəngimizə bax bura 2F düşəcək. Yəni ikinci qüvvəmiz F2-mizsə, burada 2F-dən ibarət olacaqdır. İndi başlayaq momentlər qaydamızı yazmağa. F1 qüvvəmizi nə tapdıq? 60 Newton. F1-in yerinə yazıram 60 Newton. İndi D1-ə baxıram. D1-imiz nə cür tapılacaqdır? Bura bizim birinci qüvvəmizdir. Biz buradan gəlin belə, bax bu çəhrayı hissəyə fikir ver, bu bizim dayağımızdır. Mən bütün hardan qüvvə verilirsə, həmin o dayağa qədər o qolun uzunluğunu müəyyən etməliyəm. F1 qüvvəmiz buradır. Buradan bura kimi nə qədər məsafədir? 1 bölgüdür. Demək ki, bizim D1-imiz burada 1 metrdən ibarətdir. Sonra baxıram F2-yə. F2-miz də bizim burada 2F-dən ibarət. F2-nin də yerinə gətirirəm, 2F-imizi yerləşdirirəm, vurulsun. İndi D2-ni tapıram. D2 isə, bax bu F2 qüvvəmizdən bu çəhrayı olan hissəyə qədər məsafəmizdir. 1 dama, 2 dama, 3 dama. Bu isə bizim D2-miz 3 damadan ibarətdir. D2-nin də yerinə 3 yazdım. Sonra 2-ni 3-ə vurduq. Belə də 6. Öndən yazıram bunu. 6. Sonra 60-ı 1-ə vuranda belə də 60. Oradan da bizdən F qüvvəmiz soruşur. F də bərabərdir 60 da 6-ya bölünərək. Bu da elədir bizim buradakı F qüvvəmiz 10 Newton və bu sualımızın cavabı gedir B variantına. 56-ya baxıram. Təsvir edilmiş bloklar sisteminin kütlələri M1, M2 və M3 olan cisimlər F1, F2, F3 qüvvələrinin təsiri ilə bərabər sürətlə yuxarı qaldırılır. İpin sərbəst uclarına tətbiq olunan qüvvələr hansı diaqramda düzgün göstərilmişdir? Deməli, mən buradan F1 qüvvəmi, F2 qüvvəmi, F3 qüvvəmi tapacağam və bir də bizə göstərilən diaqramda bunların qiymətlərini müəyyən edəcəm ki, görək bunlar harda öz əksini göstərmiş olacaqdır. Birinci qüvvəyə baxıram. Birinci kütləmiz bizə 12 kiloqram verilibdir. Gəlin bunu belə eləyək. Mən istərdim bu sualımızı yaxınlaşdırım buradan. Biraz bunu yaxınlaşdıraq ki, bunu daha yaxından görək. Belə. Aha, bax bizim bura ancaq mən bu hissəyə fikir verəm. Birinci şəklimizə fikir verərək. Deməli, bilirəm. Bu cismimiz bizim bilirik ki, bunun nədir? Ağırlıq qüvvəsidir. Ona M1-dir deyə bunun ağırlıq qüvvəsinə M1J şəklində yazacağam. Deməli, bilirəm. F1 qüvvəsi ilə bu kənardan yola çıxıram. F1 qüvvəmi gətirirəm, ip boyunca fırladıram və bu cür şəkildə yoluma davam edirəm. Mənim bir F1 qüvvəm bu sol tərəfə düşdü, digər F1 qüvvəm sağ tərəfə düşəcəkdir. Bu F1 ilə F1-in cəmi bizə 2F verəcəkdir. Bu da harda 2F verir? Bax, bu yaşıl hissəni görürsənmi? Bax, 2F-imizi bu burada verəcəkdir. 2F1. Sonra bunlar bir-birini tarazlaşdırır. 2F1-lə M1 şeyi bir-birinə bərabərdir. Onda yazıram. 2F1 bərabərdir M1J-dən ibarətdir. Və F1-imizi buradan tapanda M1J yarıya bölünəcəkdir. Yəni bu o deməkdir ki, bizim bax bu blokumuz, birinci blokumuz qüvvədə 2 dəfə qazanc verir. İndi veriləni yerinə qoyaq yazaq. M1 kütləli cisim yadımda qalmadı. Nə qədər idi? Gəlin ona baxaq. M1 kütləli cismimiz 12 kiloqramdır. Bunun yerinə 12 yazıram. J'miz 10-dur. 120 də bölünsün 2, bu da elədir 60 Newton. Aha, F1 qüvvəmiz artıq bizim hazırdır. Bu 60 Newtondan ibarətdir. Bunu buradan qıraqdan yazıram. Belə, üstündən yazıram ki, F1 60 Newton imiş. Belə. İndi isə F2-yə baxıram. F2-mizi görək nə cür şəkildə çıxarda biləcək. İndi ikinci tərəfimizə baxıram. Yenə bu görürəm ki, M2 kütlədirsə, demək ki, bunun ağırlıq qüvvəsi M2J-dən ibarətdir və F2 qüvvəsi ilə yola çıxıram. Mən bu F2-ni ip boyunca sola, sağa fırladıram, gətirirəm, belə çıxardıram. Deməli, bizim sol tərəfimizə bir F2 qüvvəsi düşür və sağ tərəfimizə də bir F2 qüvvəsi düşür. Sonra bu yaşıl rəngə fikir ver. Neçə dənə F2 gəlib yaşlı rəngə düşəcək? 2 dənə F2-miz düşdü. Onda burada bu düy nöqtəsinə yenə yazıram. 2 F2-miz bizim yenə bərabər oldu nəyə? M2 şeydən ibarət oldu. İndi bunu da buradan yazıram. Demək, bizim buradakı F2 F2 qüvvəmiz bərabərdir M2 şeydən ibarətdir. F2-ni də tapanda M2 şey 2-yə bölünəcəkdir. İndi ikinci kütləmizə baxaq. M2 nə qədər verdi bizə? M2-ni də verdi bizə 8 kiloqram. Bunu da yazaq 8. Buradan yazaq 8 yerinə qoyaq. J'miz də 10-dur. 80 də bölünsün 2. Bu da elədir 40 Newton. Demək ki, F2 qüvvəmiz də hazırdır. Bu da 40 Newtondan ibarət oldu. Yazaq, bu da 40 Newton.
İstəsən buradan aydın yazaq. F1 bərabər oldu 60 Newton. F2'mizi tapdıq 40 Newton. İndi qaldıq F3 qüvvəsindəki. Buna görə nə cür şəkildə çıxarda bilərik. Aha. İndi yenə buradan görürəm ki, M3'ümüz var. Bizim burada M3'ünün ağırlıq qüvvəsi eləcək M3J belə. Və F3 qüvvəsi yola çıxıram. Bu F3 qüvvəsini ip boyunca belə fırladıram. Görək bu necə olacaq. F3 qüvvəmizi ip boyunca belə fırladıram. Gətirəm bu kubiki. Ümumiyyətlə bilək ki, bizim əsas mənbəyimiz bax buradakı olan kubiklərdir. Kvadratlardır belə götürək. Yəni ora biz fokuslanmalıyıq. Yəni ip boyunca qüvvələri həmişə ora biz gətirib çıxardırıq. Bizim buradakı bax ip boyunca gələn F3 qüvvəmiz ancaq gəldi bir dənə F3'ümüz bura çıxdı. Onda bura F3 oldu. Yəni başqa söz ilə bu F3 qüvvəsi bu M3Y-mizə bərabər oldu. Onlar da bir-birini belə bərabərləşdirdi və başqa sözlə F3 bərabərdir M3J-dən ibarətdir. İndi F3'ümüzü tapsaq, M3 bizə nə qədər verilmişdi? Gəlin M3'ə baxaq. M3 də burada 10 kiloqramdır. Bunun yerinə 10 yazıram. Şeyimiz 10 olduğu üçün bu da elədir 100 Newton. Artıq bizim 3 qüvvəmiz də hazırdır. F3 qüvvəmiz də bizim burada 100 Newtondan ibarət oldu. İndi nə görürəm burada? Ən çox 3-cü qüvvəmizdir. Birinci qüvvəmiz sonra ən az isə bizim 40 Newtonluq olan qüvvəmizdir. Yəni ortadakı ən kiçikdir. Axırıncı isə ən böyükdür. Bir diaqramımızı tapacağıq. 60, 40, 100-dən ibarətdir qiymətlərimiz. Bax, burada nə görürsən? Birinci 40-dır, ikinci 60-dır, üçüncü 80-dir. Demək, bunu götürməyəcəm. Çünki bizim üçüncü qüvvəmiz 80, 100-dür. Bir dəqiqə cavablarımızı yadımda saxlayayım. 60, 40, 100-dür. Görək, bunun uyğun cavab hansıdır? 60, 40, 100 bu da deyil. Hadi bax elə burada Y variantı bax. Üçüncü qüvvəmiz bizim burada 100 Newtondur. Sonra birinci qüvvəmizi 60 tapdıq. İkinci qüvvəmizi ən az tapdıq. Bu da 40 olur. Gedir sualımızın cavabı burada Y variantına. Sonraki sualımıza baxıram. 57-ci sualda deyir ki, bir cins çubuq və çəkisi P olan yük tarazlıqdadır. İpin gərilmə qüvvəsi T, yəni bax bunu deyir ki, bunun çubuğa təsir edən ağırlıq qüvvəsi nəyə bərabər olacaq? Həm T-ni, həm F ağırlığı soruşur. Birinci gəlin T gərilmə qüvvəsini tapaq. Bu T gərilmə qüvvəmizi nə cür şəkildə çıxarda bilərəm? Görürsən ki, bunun sol tərəfindən bir dənə P asılırsam, həmin bax bu P-nin ağırlığı aşağıya doğru P. Bu P-ni ip boyunca fırladıram həm sağa, həm sola. Bura bir P düşəcəkdir, burada bir P gəlib düşəcəkdir. Yəni T gərilmə qüvvəsi neçə P-ni özü ilə dartır, gərilir? 2P ilə. Yəni T-miz bizim burada 2P-dən ibarətdir. Bunun yerinə yazayım 2P. Bax, misal üçün bizim P-miz burada 1.5P olsaydı, onda bunun soluna 1.5P, sağına da 1.5P düşərək ikisinin cəmi 3P olacaqdır. İndi burada 1P verdiyinə görə bunların cəmi 2T-nin cəmi 2P-dən ibarət oldu. Bunu tapdıq, qoyduq bir kənara və daha sonra yaza bilərik buradan biz. Artıq çubuq hissəsini isə momentlər qaydasına görə yaza biləcəyik. Momentlər qaydamız bizim nə cür idi? Gəlin bu sualımızı biraz bu tərəfə çevirək ki, buradan daha aydın yazaq. Birinci qüvvə momenti ikinci qüvvə momentinə bərabərdir. Birinci qüvvə momentin yerinə F1 D1, ikincinin də yerinə F2 D2 yazacağım. Bizə buradan ən azı 2 qüvvəmiz lazım olacaqdır. Bax, dedik ki, bu P-dir. P-ni gətirəm, fırladıram bura. Deməli, bura nə düşdü? Bax, bu vəziyyətimizin buradakı qüvvəni istəyirsən adını F1 denən, F1'imiz bərabər oldu. Sadəcə burada bir P-dir. Burada bir P-dən ibarət oldu. Bunu yazıq belə. Daha sonra. İndi F1'imizin yerinə P yazıram. Buradan çəki qüvvədir. Elə yazdıq. Sonra. Bu P-dən biz ancaq dayağa fokuslanmalıyıq. Bax, bu dayağımızı da mən şəhrəyə rəngə salıram. F1 qüvvəmizin də məsafəsinin uzunluğunu tapmalıyam. Yəni D1-i 1 dama, 2 dama, 3 dama, 4 dama. D1 məsafəmiz də 4-dür. Onda gətirəm, bunun da yerinə 4 yazıram. Bərabərdir. Aha, indi bizə qalır ikinci qüvvəmizi tapmaq. İkinci qüvvəni də tapıramsa, bu F1'imiz 1P idi. İndi ikinci qüvvəni də tapıramsa, görün bura bizim F ağırlığımızdır. Demək ki, onda bu bizim ikinci qüvvəmiz götürə bilərəm. F2'mizin yerinə F ağırlıq yazıram. F2'nin yerinə F ağırlıq yazıram. Deməli, bu ikinci qüvvədir deyə, onda buradan da dayağa qədər məsafəni tapacağam. D2 məsafəmiz də 2 damadan ibarətdir. Bunun da yerinə 2-ni yazıram. Buradan da F ağırlığı soruşur bizdən. F ağırlığımızı da tapanda deməli 4 ilə 2 ixtisar olunaraq buraya 2 düşəcəkdir və
F artıq nədir? 2P-dən ibarət oldu. Deməli, bunların hər biri 2P-dən ibarət oldu. Yəni, bunu əzbərləməyin, mahiyyətini bilin. Bəzən elə deyir ki, hə, hər ikisi 2P olaraq cavabı əzbərləyirsiniz. Yox, mahiyyətini bilsəz, nə cür şərt versə, o zaman hər bir sualın öhdəsindən gələ bilərsiniz. Sualımızın cavabı burada D variantına gedir. 58-ə baxıram. 58-ci sualımızda hansı ifadələrimiz doğrudur? Sürtünmə linkin blokun çəkisi nəzərə alınmadıqdır. Birinci deyir ki, tərpənən bloka baxıram. Tərpənən blok bax bizim bu mavi hissəmizdir. Bura bizim bir F qüvvəmiz, burada bizim bir F qüvvəmizdir. Bura F qüvvə gəldi çıxdısa, burada F qüvvə. Gördüyümüz kimi bir tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Ona görə bu qüvvədə 2 dəfə qazanc verir. Çünki bax bizim bu ipimizə F ilə F-in cəmi 2F düşdü. Yəni bu 2 dəfə qazanc verir. Birinci şərtimizi doğru olaraq qəbul edirik. Sonra link deyir buradan bizə. Linkə baxıram. Link hissəmiz bizim buranı qoyub dənə silim. Link olan hissən deyək, bax bizim bu sarı hissəmiz, yəni çubuq olan hissədir. Bunu da nə cür tapacam? Linkin qazancını tapmaq üçün biz bunu belə tapmalıyıq. Qazanc bir N hərflə yazılır. Böyük qolumuzun uzunluğunu kiçik qolun uzunluğuna bölmüş olacaq. Burada bizim qüvvəmiz durur. Burada bizim digər qüvvəmiz kütləmizdir də. Deyək ki, bura F1, burada bizim F2-mizdir. İndi baxıram. Böyük qolumuzun uzunluğu hardandır? Və buradan görürsə, bax bu hissəmizdir. Buradan mən dayağa qədər məsafəyə fikir verəcəm. İndi damaları sayıram. 1 dama, 2 dama, 3 dama, 4, 5, 6. Deməli, böyük qolumuzun uzunluğu burada 6 damadan ibarətdir. Bunun yerinə 6 yazıram. Kiçik qolumun uzunluğuna baxdıqda isə bu isə deyək, bax bu vəziyyətimizdə dayaq buradan 2 dama, bu da kiçik qolumuzun uzunluğudur. Bu da 2 damadır. 6-nı da 2-yə böləndə bu da elədi 3. Yəni lingimizin qazancı isə 3 dəfə oldu və buradakı 3-cü şərtə götürürəm. İndi digər şərtdə isə bizə deyir sistem. Sistem qazancı nə qədər verəcək? Sistemin qazanc verməyi artıq mən ümumi bunları kompleks şəklində götürəcəm. Yəni ki, sistem bunların hamısınadır. Həm bunun bloku, həm bunun lingi çubuğu, hamısı cəm şəklində aid olacaqdır. Bax, tərpənən blok qüvvədə 2 dəfə qazanc verdi. Ling isə 3 dəfə qazanc verdi. Sistem isə bunların hamısının hasilinə bərabərdir. 2 ilə 3-ün hasili 6 dəfə sistemimiz qazanc verəcək. Yəni 1, 3, 6, üzr istəyirəm, 1, 3, 5-i cavab olaraq götürəcək. Amma bunun indi axtarış yolu belə olacaqdır. Bax, dedi ki, bura F-dirsə, bura F-dirsə, onda bura gəlib 2F düşəcəkdir. Bunun ağırlığı isə M şeydən ibarətdir. İndi başlayıram bunu yazmağa. 2F-dan dedi ki, dayağa kimi məsafə nə qədərdir? 6-dır. Yəni F1 D1 bərabərdir F2 D2 icra etsək, bir qüvvəmizi götürək biz buradan M-Ş, yəni bax buna F1-i yazıram yerinə M-Ş. Buradan dayağa kimi bölgümüz 2 damadır. F2-mizi 2F-dən ibarətdir. Bir də bölgümüzün də sayı buradan bura qədər 6-dır. Bunu da belə eləyəndə buradan 2-lər ixtisar olunur. F-imiz də bərabər oldu. M-Ş bölünsün 6. Əgər nəyəsə bölürüksə, o demək ki, həmin hissənin qazancı əldə etməkdir. Amma M-Ş olsaydı qazanc əldə olunmazdı. Yəni F-imiz, yəni bu sistemimiz isə M-Ş bölünsün 6, yəni 6 dəfə qazanc əldə etmiş oldu. 59-a baxaq. 59-da cismi tərpənməz blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün buna tətbiq olunan qüvvə 40 Newtondur. Bu cismi tərpənən blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün neçə neçə Newton qüvvə tətbiq etmək lazımdır? Birinci baxıram ki, bizə verilən blokumuz tərpənməz blokdur və buna 40 Newton deyibdir. Yazıram ki, tərpənməz blokumuzda qüvvə elə çəkiyə bərabərdir. Verilən qüvvəmiz də bizim burada 40 Newtondan ibarətdir. Bunu yazıq. Bu bizim birinci şərtimizdir və buradan birinci şərt yazırım. İndi isə biz bunu baxırıq ikinci şərtinə. İkinci şərtdə isə deyir ki, bu cismi tərpənən blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün neçə Newton qüvvə tətbiq etmək lazımdır. Artıq tərpənən blok mən görürəmsə, bizim qüvvəmiz bərabərdir çəkinin yarısına və yaxud da MC bölünsün yarıdır. Çəki də görürük nə qədərdir? 40-dır. Onda çəkinin yerinə 40 qoyuram. 40-ı da yarıya bölürəm. Bu da eləyəcəkdir 20 Newton sualımızın cavabı. 60-cı sualımıza baxaq. Yəni cismi tərpənməz blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün 50 joule iş görülübdür. Yazıram, tərpənməz blok üçün işimiz bizim 50 joule-dan ibarətdir. Daha sonra bu cismi tərpənən blok vasitəsilə bərabər sürətlə həmin hündürlüyə qaldırmaq üçün nə qədər iş görmək lazımdır?
Fərqi yoxdur. İstər tərpənməz blok olsun, istər tərpənən blok olsun. İşlər həmişə burada eynidir. Həm tərpənməz blokdur, həm tərpənən blokdur. İşlərimiz elə eyni olaraq qalır, yəni dəyişmirlər. Yalnız qüvvədə qazancı olunur tərpənəndə. Tər Tərpənməzlə tərpənən eyni olaraq, yəni 50 coldan sualımızın cavabı ibarət olur. 61-də də. Bax, 61 yazmazsa 60-a baxın. Dedi ki, tərpənən blok və tərpənməz blok fərqi yoxdur. İş neçə verir, versin. Hamısında işlər bir-birinə bərabər olacaq. Yəni, həm tərpənməzin işi, həm də tərpənənin işi hamısı bir-birlərinə bərabər olaraq 100 coldan ibarət olacaqdır. Sualımızın cavabı 100. Vəssalam. Hesablamağa heç nə ehtiyac yoxdur. 52-yə bax, 62-yə baxıram. Kütləsi 20 kiloqram olan yük blokunun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 15 saniyədə 6 metr yer dəşm edirsə, yükün impulsunu tapın. Yenə deyirəm, birinci bloka baxıram. Blokumuz tərpənən blokdur. Tərpənən blokumuzda dedi ki, iplərimiz yüklərimizdən 2 dəfə böyük olacaqdır. Verilənlərimizi bir-bir yazaq, görək nə alınacaq buradan. Kütləmiz bizim 20 kiloqramdır. Sonra verilən ipimiz 15 saniyədə 6 metrdir. Zamanımı yazıram buradan. Zamanı 15 saniyə veribdir və buradan fikir ver, ipin yer dəyişməsi, yəni ipin artıq yer dəyişməsi. S ip yazacağım ki, 6 metrdir. Bir də yükün impulsunu tap deyir. İmpuls da P ilə yazılır ki, yükün impulsu soruşulur. Yaxşı, gəlin nə edə bilərik biz buradan? İndi məndən buradan yükün impulsunu soruşursa, impuls düsturumuzu yazıram. İmpuls bərabər M V-dən ibarətdir. Əgər bu yükdürsə, demək ki, hər birinin ayağına yük atacağam. M yük, V yükümüzü yazacağam. Bizim V yükümüz yoxdur. Ümumiyyətlə, V-ni nə cür çıxarda bilərəm? V-ni tapmaq üçün S ilə T-ni əlaqələndirə bilərəm. Bax, V-nin əlaqəsini S-dən çıxarda bilərəm. Çünki bilirik ki, sürət nədir? Yer dəyişmənin zamanı olan nisbətidir. Mənə lazımdır ki, mən indi burdan yükün sürətini tapım. Ona görə bu da yükün yer dəyişməsi olacaq. Yükün yer dəyişməsi bəs necə olacaq? Dedik S ip S yükə bərabərdir. S yükümüzü buradan çıxardarıqsa, S ip yarıya bölünəcəkdir. S ipimiz bizim 6 metrdir. 6-nı da yarıya böləndə bu da elədi 3 metr. Başlayıram indi yükün yerinə 3 yazıram. Zaman da bizə 15 verilibdir. 15 ilə 3 yığsar olanda bu elədi 5də 1. Başqa sözlə bu da 0,2 metr saniyədir. İndi isə verilənlərimizi impuls düsturunda icra edib yaza bilərik. Yükün impulsu bərabərdir. Kütləmiz bizə 20 verilibdir. Sürətimiz də 0,2-dir. Bunları da bir-birinə vuranda bu da gedərək 2-ni 2-yə vuranda bu da elə 4 kiloqram metr saniyədən ibarət oldu. Sualımızın cavabı. 63-ə baxaq. Elə bu, 63 elə bildim. Eyni sualı yox. Burada bayaq bunun kimi bir sualı yazmışdım. Demək, burada deyir ki, ipin sərbəst ucu 10 saniyə müddətində bərabər sürətlə 4 metr qaldırılır. Yükün buradakı kinetik enerjisi 10 joule olarsa, kütləsini tapın. Yenə birinciyi verilənləri yazmamışıq. Öncə blokumuza fokuslanıram ki, blok tərpənən blokdur. Tərpənən blokda iplər yüklərdən həmişə 2 dəfə böyük olacaqdır. Bunu mütləq, yəni icra etmək lazımdır. Bir-bir verilənlərə qeyd edək. Bizə verilən zaman burada 10 saniyədən ibarətdir. Sonra burada baxaq görək 4 metr olan nədir? Deyir, ipin 10 saniyə müddətində 4 metr qaldırılıbdır. Yəni ki, bizim buradakı S ipimiz 4 metrdir. Bunu yazıram. S ip 4 metrdən ibarətdir. Daha sonra yükün kinetik enerjisi 10 joule-dur. Yazıram. Kinetik enerjimiz isə yükün 10 joule-dan ibarətdir və bunun kütləsini tap. Nəyin kütləsini soruşur? Yükün kütləsini soruşur. M yükümüz də bizim sual olacaqdır. İndi bax, biz bu verilənlərə görə hansı düsturumuzu icra edə bilərik? Bilirik ki, kinetik enerjimizin düsturu mv kvadratı bölünsün 2-dən ibarətdir. Y kinetik bərabərdir. MV-nin kvadratı bölünsün 2-dir. Kütləni soruşduğundan onda buradan kütlemizi tapaq. Kütlə bərabərdir 2y kinetik bölünsün v-nin kvadratı. Əgər dediyimiz kimi buradan bizə yük deyirsə, buradakı fiziki əməklərin hamısının ayaqlarına yüklərimizi atmalı olacağım. Bizim kinetik enerjimiz var. Yerinə qoyuram, amma hələ yerinə qoymamışdan öncə baxıram. Bax, kinetik var, amma sürət yoxdur. Sürətimizi nə cür şəkildə taparıq? Dedik ki, sürətimizi tapmaq üçün yer dəyişməni zamana böləcəm. Bizə sürətin yükü lazımdır. Onda yer dəyişməni də yükünü tapmalıyam. Yer dəyişməmizin amma yükü yox, ipi var bizdə. Yuxarıda bundan öncə yazmışdım ki, S ipimiz S yükə bərabərdir. Və buradan da biz S yükümüzü taparıqsa, onda S yükümüz də bərabər olacaqdır. S ip
bölünəcəkdir yarıya. S ip 4 verilibdir. Bölünsün 2, bu da elədi 2 metr. Vəssalam. Biz buradan S yükümüzü 2 metr tapdıq. Verilənləri qoyaq yerinə. Buraya elədi 2. Verilən zamanımız da 10-dur. 2-ni də 10-a böləndə buradakı sürətimiz yükün sürəti elədi 0,2. İndi başlayaq bir-bir icra etməyə. 2 vurulsun Y kinetik. Kinetikimizin yükünü bizə veribdir 10 joule. Sürətimiz də tapdıq 0,2. Sürətə fikir ver, başı kvadratdır. Demək ki, 0,2-nin kvadratı elədi 0,4. 2-ni 10-a vurduq, belədi 20. 20-ni də 0,4-ə böləndə 2 sıfır burası, bu da sıfırdan azad olacaqdır. Onda qalır bu şəkildə və 20-ni 4-ə böldük 5, yanına da 2 sıfır atanda elədi 500 kiloqram sualımızın cavabı olur. Görək neçənci sual oldu bu? 63 olur 500. 64-ə baxıram. Bunu bu tərəfimizi silək. Bu sualda deyilir ki, bizə bloklar sistemi vasitəsilə qaldırılan yükün yerə nəzərən sürəti 0,4-dür. İpin sərbəst ucunun yükę nəzərən sürətinin modulunu hesablayın. Bir öncə verilənlərimizi görməyə çalışaq. Bax, bizə buradan deyir ki, yükün sürəti 0,4-dür. Kənardan yazıram ki, V yükümüz 0,4 metr saniyədən ibarətdir. Bir də belə bir şərt verir bizə. Deyir ki, ipin sərbəst ucunun, bax, buradan yazıram, ipin sərbəst ucunun, yəni V ipdən söhbət gedir burada. Birdən bu yandan da deyir ki, yükę nəzərən sürətin modulunu hesablayın. Buradan isə yükę nəzərən sürətini hesablayın deyir. V iplə V yükün bir-birinə nəzərən sürətini soruşur. Biz danışmışdıq ki, birinci mövzumuzda nəyinsə ın şəkilçisi varsa, ondan həmişə digərini çıxacaq. Sadəcə istiqamətə baxacaq. Əksdirsə toplayacaq, eynidirsə çıxmış olacaq. Yəni, bax, burada ın şəkilçi nəyə düşdü? V ipə düşdü. Yəni, V ipin yükę nəzərən sürətini soruşur. Yəni, V ip çıxılsın V yük. İndi bilmirəm, çıxacaq yoxsa toplayacağım. Gəlin istiqamətimizə baxırıq. Buradan görürsən V ip yazıbdır. Bu bizim V ipimizdir. Belə yazıram, V ip buradadır. Bir də təsəvvür edin, özümüz bax, bu ipimizi üzü aşağıya doğru dartırıq da. Onda yük nə olur? Yük üzü yuxarıya doğru qalxırmı? Demək ki, V ip ilə V yük qarşı-qarşıya gəlir. Bunlar da eyni qarşı-qarşı olduqda, o zaman bunların bir-birinə nəzərən sürətləri toplanmış olacaqdır. Bizim burada V yükümüz var. V ipimizi də nə cür taparıq? V ip də görürük ki, nə cürdür burada blok? Bir dənə burada, bax, bu çəhrayı hissəsi bunun tərpənən blokdur. Tərpənən blokumuz da dedik qüvvədə 2 dəfə qazanc verdiyindən V ipimiz sonda 2 V yük olacaqdır. Və onda V yükümüzü bizə 0,4 veribsə, bu da elədir 0,8. Demək ki, V ipimiz 0,8-dir. İndi gətirirəm mən buradan V ipin yerinə 0,8 yazıram. Və V yükümüz də bizim burada 0,4-dür. 0,8 ilə də 0,4-ü cəmləyəndə eləcəkdir 1,2 metr bölünsün saniyə. 65-ə baxaq. Sualımızı bu tərəfə çevirək. 65-ci sualımızda blokdan asılmış cismin kütləsi 6 kiloqramdır. İpin sərbəst ucu yuxarı yönəlmiş 4 metr saniyə kvadrat təcili hərəkət edirsə, yükün çəkisini tapmalıysan, nədən ibarətdir? Yenə bloka baxıram. Blokumuz tərpənən blokdur. Tərpənən blokdursa, o zaman çəkimiz P bərabər M şeydir. Amma burada nə deyir bizə? Yuxarı yönəlmiş təcil deyir. Ona görə mən bunu artıq M şey plus A şəklində yazacağam. Bir də yükün çəkisini soruşur. Yük də dediyinə görə, onda bunun ayağına yük atıramsa, demək ki, təcrimizin də bizə yükü lazım olacaqdır. İndi bizə baxıram. Bizə hansı yük verilibdir burada? Hansı təcili verilib? İpin yuxarı yönəlmiş təcili. Yəni, bizə burada A ip verilibdir. A ipim 4 metr saniyə kvadratdan ibarətdir. Dedik ki, blok tərpənən blok olduğuna görə iplər yüklərdən 2 dəfə böyük olacaq. Yəni, A ip bərabərdir 2 A yükdür. Biz A yükü tapmalıyıq. Mən A yükü taparamsa, onda A ipi yarıya böləcəm. A ipimiz 4-dür. Bunu yarıya böləndə bu da elədir 2 metr saniyənin kvadratı və salam. İndi gətirək, verilənləri icra edib yazacağam. Kütlə bizə 6 kiloqram verilibdir. Şeyimiz 10-dur. Təcilimiz də 2 tapdıq. Bu da elədir 6 vurulsun 12, cavab oldu 72 Newtondan ibarət. Yəni, burada çəkini yarıya bölmək lazım deyil. O qüvvədədir. Qüvvə F bərabər P bölü 2-dir. Qüvvəni tapmaq üçün lazımdır tərpənən blokda. Amma burada sadəcə çəkinin düsturunu yazırsan, yuxarı yönəlmiş deyirsə, J plus A şəklində yazacaqsan, aşağı yönəlmiş deyərsə, J minus A şəklində yazacaq. Baxaq sonra 66-cı sualımıza.
Şəxsi nəzərə alınmayan bloklar sistemi üçün uyğunluğu müəyyən edəcək. İndi baxaq birinci şəkildə görək bu qüvvədə nə qədər qazanc verir. Bax, bizim bu hissəmiz M kütləsidir. İndi bu M kütləsinin də özünün dedik nəyə var? Ağırlıq qüvvəsi var. Bunu aşağıya doğru mg ağırlıq qüvvəsi çəkir. Sonra buradakı F qüvvəmizi isə ip boyunca fırladıram, gətirirəm həmin o şəhərə olan hissə. F qüvvəmiz gələcək bu ipə bir dənə F qüvvəsinin ibarət olaraq çıxacaqdır. İndi bura fikir ver. F ilə mg bunlar bir-birlərini tarazlaşdırır. Yəni bizim buradakı F qüvvəmiz elə sadəcə mg-yə bərabərdir. Əgər belə görürsənsə, bu o deməkdir ki, heç nə nəyisə bölünmürsə, bu o deməkdir ki, bu blok qüvvədə qazanc vermir. Yəni onda qazanc vermir. Bax, bura hansına gedəcəkdir? Qazanc vermir. Yəni 1-ə uyğun gələcəkdir A variantı. Bunu kənarda yazıram. 1 olur A variantı. Sonra ikinci şərtimizə, şəklə baxaq. Yenə buradakı, bax bu qırmızı rəngdəki cismin ağırlıq qüvvəsi dedik ki, 1 m-dir. Sonra da bunun ağırlıq qüvvəsi mg olacaqdır. Biz ümumiyyətlə bu kənardan verilən qüvvələr var ya, F. Hamısını ip boyunca fırladırıq, həmin o qırmızı olan yazılan mg-yə tərəf yönəldəcək. Yəni bax, indi bu F qüvvəmi fırladıram, gətirirəm bura. İp boyunca görək ki, bura nə qədər F-lərimiz düşəcəkdir. Bir düyün nöqtəmizə sağ tərəfimizə 1 F düşdü, sol tərəfimizə 1 F düşdü. F ilə F-in cəmi elədi 2 F. Bura artıq 2F-dən ibarət oldu. Yəni bizim bu 2F-imiz isə burada mg-yə bərabər olur. 2F onda bərabər olur mg-yə. Buradan da F-imizi tapanda mg yarıya bölünmüş olacaqdır. Biz nəyisə yarıya bölürüksə, burada qazanc əldə edə bilirik. Bir o var gedirik dükandan paltara 100 manat alırıq. Bir o var 2 dəfə ucuz 50 manat alırıq. Demək ki, biz nəyisə əldə etdik, qazanc əldə edə bildik. Ona görə bax bu şərtimiz isə burada uyğun gələcəkdir, 2 dəfə qazanc verəcəkdir. Bura uyğun gəlir B variantı. 2-yə gedəcəkdir B variantı. Sonra 3-ə baxıram. 3-də isə bax bu cür blokumuzu nə cür əmələ gətirə biləcək. Yəni istəyirsiniz sualımızı elə biraz yaxınlaşdıraq ki, bunu daha yaxından görə bilək. Üçüncü şərtə baxıramsa yenə gətirirəm burdakı bu M kütləli cismimizin yenə ağırlıq qüvvəsini yazıram üzü aşağıya doğru. Bunun ağırlıq qüvvəsi mg-dən ibarətdir. Bax indi biz bu kənardan olan F qüvvəmizi ancaq bax bu çəhrayı olan hissəyə yönəltmiş olacaq. Yəni ip boyunca bunu fırladıram. F qüvvəmiz həm sağa, həm sola düşəcəkdir. Bu F ilə bu F-in cəmi burada F-dir, burada F-dir. Bu 2 F-in cəmi bizə bu tərəfdəki verəcəkdir 2 F-dən ibarət. İndi isə 2F ilə yola çıxıram. 2F-mizi həm sola, həm sağa fırladıram. Bizim bu sol tərəfimizə 2F buradan düşəcəkdir. Sağ tərəfimizə də 2F buradan düşəcəkdir. 2F ilə də 2F-in cəmi, bax bu ip də olacaqdır 4F-dən ibarət. Burada 4F yazıram və nəyə görə? 4F-im mg-yə buradan da bərabər olacaqdır. Bunu bir kənardan yazıram. 4F bərabərdir mg olduğundan F-imizi də buradan tapanda onda F də bərabər olacaqdır mg bölünsün 4-ə. Və bu isə o deməkdir ki, artıq biz bu blokda 4 dəfə qazanc əldə etmiş olacaq. Ümumiyyətlə, ya da belə götürə bilərik. 2 dənə tərpənən, bir tərpənən blok, bax, bir tərpənən blok bizə qüvvədə 2 dəfə qazanc verəcək. Amma 2 tərpənən blok isə qüvvədə 4 dəfə qazanc olduğunu verəcəkdir. Yəni biz bu blokun sayəsində 4 dəfə qabağa düşmüş olacaq. Yəni onda demək nə cür getdi? 1-ə yazdıq A, 2-yə B və 3-ə də D variantı uyğun gəldi. Baxaq növbəti sualımıza. 67-də isə çəkisi nəzərə alınmayan bloklar sistemi üçün uyğunluğu müəyyən edilir. Bir qüvvədə 2 dəfə qazanc verir. Qüvvədə 2 dəfə qazanc bir tərpənən blokdan ibarət olmaqdır. Bax, burada bir tərpənən blok var. Onda bu şərtimizə bura B variantı uyğun gələcəkdir. Bir də baxaq şura harda tərpənən blokumuz var bizim. Bir də görürəm ki, D variantına fikir ver. Burada bir dənə tərpənən blok var. Burada bax, bunlar tərpənən bloklardır. Bu cür tərsinə belə çevrilirsə. Bir dənə tərpənən blokumuz da buradadır. Onda burada D variantı uyğun gəldi. Burada yazırıq ki, birinci şərtimizə həm B, həm də D variantları uyğun gəldi. Sonra 2-də deyir ki, qüvvədə 4 dəfə qazanc verir. 4 dəfə qazanc vermək odur ki, bizim artıq 2 dənə tərpənən blokumuz olacaq. 2 tərpənən blokumuz görək hardadır? Deyir, bir tərpənən blok burada, digər tərpənən blokumuz da buradadır. Bax, belə, belə 2 dənə tərpənən blok qüvvədə 4 dəfə qazancı verəcəkdir. Burada yazıram. O hansı variant oldu? Y variantı. Buraya getdi Y variantı. 3-də isə deyir ki, qazanc vermir. Qazanc verməyəndə tərpənməz bloklardır. Tərpənməz bloklarımız deyir, bax, bura A variantıdır. Sonra burada da belə tərpənməz blokdur. Belə bax, necə tapırıq bunu? F qüvvəmi fırladıram, gətirirəm bura. Bunun da ağırlığı mg-dir.
Elə ev yalnız bir MJ-yə bərabər oldu. Bu isə o deməkdir ki, qazanc əldə olunmuyubdur. Çünki qazanc olsa nəyisə ya bölünərdi. F-imiz sadəcə MJ-dir, qazanc vermir. Bura gedəcəkdir A variantı, sonra C variantına fikir ver. Bunun cismin ağırlığı MJ-dir. F qüvvəmi ip boyunca fırladıram, gətirirəm bura. Gəldi düşdü burada F. Yəni F-imiz elə sadəcə yenə MJ-yə bərabər olaraq heç bir qazanc əldə olunmur. Yəni burada C variant getdi. Demək cavablarımız nədən ibarət oldu? 1 oldu BD, 2 Y və 3 AC-dən ibarət oldu. Bunu bax belə də tapa bilərik. Qoy istərsən deyilən yeni də kütlə şəklində tapaq. Demək yenə bizim M kütləmiz, ağırlıq qüvvəmiz MŞ-dir. Bax burdan verilən F qüvvəmi ip boyunca fırladıram, gətirirəm. F-imi fırladıram belə. Baxıram həmin o göy iplərimiz var. Nə qədər orada F düşür? Bir F-im burdadır, bir F-im burdadır. F ilə də F-imizin cəmi bizə 2F-i verəcək. Bax bura düşəcək bu düz nöqtəmizə 2F. Yəni bizim buradakı 2F-imiz elə sadəcə burada MŞ-yə bərabər olacaqdır. Oradan da F-imizi tapanda MŞ bölünəcək yarıya. Yəni bu bizim bu blokumuzun qüvvədə 2 dəfə qazanc əldə etmiş oluruq. Sonra bax Y variantına baxsaq, Y variantının bu M kütləsinin ağırlığını yazıram ki, bura bir MJ-dir. Yəni indi mən buradakı bax bu F qüvvəmi ancaq bu yaşıl olan hissəyə gətirib çıxartmalıyam. İndi yenə başlayıram. F qüvvəmi belə fırladıram, gətirirəm. İp boyunca bunun soluna, sağına bir F qüvvəsi həm buradan düşəcək, həm də buradan düşdü. Və bu F ilə də F-in cəmi bizi 2F verərək, ikisinin cəmidir, F ilə F-in cəmi. Bura 2F olur. 2F-imi indi soldan sağ tərəfə fırladıram. Burada 2F düşür. Burada 2F düşür. O zaman bu 2F ilə də bu 2F-in cəmi bizi 4F-i verərək artıq bura olacaq 4F və 4F ilə də bu MJ bir-birinə bərabər olacaqdır. Ona görə 4F-imiz də MJ-yə bərabər olduğundan F-imizi də tapanda MJ bölünsün 4 şəklində olaraq bizim bu blokumuz 4 dəfə qazanc əldə edəcəkdir. Belə əziz izləyicilər, yəqin ki, izahlarım sizə aydındır. Belə videolarımın davamlı olmağını istərsinizsə, mənə dəstək olaraq həm abunə olun, həm videonu bəyənin, həm də öz qiymətli fikirlərinizi rəy bölümündə yaza bilərsiniz. Sağ olun, Allah'a əmanət. Növbəti izahlarda görüşmək ümidi ilə.